Selamlar, saygılar. Bugün çarşamba günü 21 Fevriye 2024. Beraberdir İsfənd ayının ikisi 1402. İlk başta Dünya Ana Dili Günü münasibətilə bütün İranda yaşayan millətləri təbrikləyirik. Və hamı dostlara, ustadlarımıza xoş gəldin deyirəm. Bildiyiniz kimi 100 ilə yaxındır ki 75% qeyri-fars millətləri İranda ən ibtidai insani haqlarından məhrumdurlar. 45 ildir ki, ən geri qalmış bənd-i qanun əsası, yəni 15-ci əsl hələ də müəlləq qalıb. Bugün proqramda əziz ustadlarımızdan, qonaqlarımızdan ana dili haqqında eşidəcəyik. Bugünün qonaqları bildiyiniz kimi xanım Döktür Cüalə Təbrizi, Döktür Rəhim Ağbayraq, Döktür Rıza Muridi, Döktür Ziya Sədrül Əşrafi, mühəndis Həsən Raşidi, Döktür Əfşar Süleymani və əziz Sina Yusif bəydir. Hamıya xoş gəldin deyirəm bir daha. Mayğı verirəm Kimiyə xanıma və o birisi dostlarımız və ustadlarımız da yavaş-yavaş hamısı otağımıza girəcəklər, bir-bir hamısını dinləyəcək. Var olasınız, sağ olasınız. Buyurun Kimiyə xanım, mayıq sizdə. Mən də salam ərz edirəm İlkəs və könüldən sizə təbrik edirəm bu gözəl günü. Bu gözəl balamız bu şeiri oxuyanda mən duyğulanıram. İnşallah ki, eləyə biləm. O duyğu mənə icazə verə ki, yaxşı söhbət indi eləyə biləm. Amma maalesef həmçinin dediyim kimi o şeir məni çox təsir altına alır. Sizin hamınıza xoş gəldin deyirəm. Eliyar, əziz Eliyar, ustadlarımızın dənə bir dənə adlarını çəkdilər. Çox xoşalıq ki, bu gözəl ziyalılarımız var. Sizlər varsınız, mütməinnəm sizin də işlər, bizim böyük insanlarımız var. Bəlkə şəraitləri olmur, bizdə stagdə olalar. Onlar da ki, stagdədirlər, deyərlər, bizə minnət qoyublar və böyün bu otaqda olublar. Jalə xanım Təbrizi, xoşbəxtانه bizim neçə dənə mərasimlərimiz olubdu, elə mütməinnən İranda da və hətta İrandan xaric dostlardan vardılar, burada mərasimi tutublar, orada məşğuldular. Jalə xanım saat 8:30-can, yəni orada bir mərasim vardı, Danmarkda. Ora əlbəttə canlı bağlanacaqlar, amma bizlə bərabər olacaq. Çox zəhmət çəkiblər və mən əgər böyüklərimiz icazə versələr, Cəmiyyəti Hüquq Bəşəri Azərbaycan Ərk bir bəyaniyəsinin, bir 2 dəqiqə, 3 dəqiqəlik bir bəyaniyədir. Türkçə dilcə otaqda səsləndirim, otağımızı onunla başlayaq. Sonra hər hansı böyüyümüz ki, söhbət eləyəcəklər, mən səhifələrini bu üstə yayacağam, tanıyırsınız. Bəlkə bizim cəmimizə birisi vardı, bir baş vurmayıbdı böyüklərimizin səhifələrinə, orada səhifələrinə baş vura bilərsiniz. Hər hansılar ki, yazılarını olub, mən o yazı linkini qoyacağım, üstə ki, müraciə eləyəsiniz. Araşdırmışam ki, görəm böyüklərimizin hansı bir ana dilinə görə bir yazıları olubdu, bir mətləbləri olubdu. O birisilər də ki, mütməinnən aktiv ola biliblər, amma bəzən mən fəqət səhifələrini burada yayacağam. Döktür Ziya Sədri də bu böyüklərimiz əlbəttə ittila verim sizə əzizlərimizə. Döktür Ziya Sədri də bir yoldadılar, yəni bizə bəlkə biraz bir vaxt qatıla bildilər. İnşallah ki, o birisi böyüklərimiz də bizə tezliğindən qatılarlar. Mən otağımızın ilçini Ərkin bəyaniyəsi 2024 ilində verdiyi bəyaniyəni açıram, bərabər eşidək. Sonra Döktür Bağban Kərimi, Eliyar bəy əlbəttə otağa aparacaqlar qabağa, mən də xidmətçisi olacağım. Azərbaycan İnsan Haqları Cəmiyyəti Ərkin Ana Dil Gününün qeyd olunması ilə bağlı açıqlaması. Bugün 21 fevral 2024-cü il Dünya Ana Dil Gününün 25-ci il dönümünə təsadüf edir. BMT üzv olan bütün dövlətlərə bu günü qeyd etməklə nəsil kesilməkdə olan dillərin yox olmasının qarşısını almağı tövsiyə edir. Çünki bütün dillər bəşəriyyətin ümumi və mədəni irsıdır. Və UNESCO hər il bu 21 fevralı qeyd etmək üçün mövzu seçir. Bu ilin mövzusu və şüarı belədir. Ana dilin öyrədilməsi nəsillər arasında təhsilin əsasıdır. Hazırda
dünyada insanların %40'ı ana dilində təhsil almaqdan və 800 milyondan çox insan da oxumaq və yazmaq nemətindən məhrumdur. Amma bu faiz İranda yüksəkdir. İranın 8-ci hökumətinin Təhsil Nazirliyinin sözlərinə görə bu ölkənin əhalisinin %75'i təşkil edən qeyri-fars xalqları öz ana dillərində təhsildən məhrumdular. İran BMT-nin və UNESCO-nun rəsmi uzvu olsa da belə, nəinki ana dilində tədris üçün heç bir tədbir görmür, hətta ana dilində tədrisin tərəfdarı olanları da həbs edir və onları sosial hüquqlarından məhrum edir. İran hökuməti ana dili məsələsinə təhlükəsizlik baxışı var. Bu hökumət ana dili tərəfdarlarını separatçı adlandırır və onları ölkənin təhlükəsizliyinə zidd hərəkət etmək ittihamı ilə mühakimə və həbs edir. İranın böyüklər üçün savadsızlıqla mübarizə və siniflərin formalaşdırılması istiqamətində addımlar belə heç vaxt uğurlu olmayıb. Çünki bu siniflərdə ana dili tədris olunmur və böyüklər də öz ana dilindən başqa bir dil öyrənə bilmirlər. Həmçinin qeyri-fars bölgələrdə təhsil imkanlarının olmaması səbəbindən uşaqların böyük bir hissəsi hər hansı bir təhsildən məhrumdular. Azərbaycanın milli mədəni fəalları müxtəlif və sivil formalarda İran hökumətini ana dilində təhsillə bağlı beynəlxalq öhdədarlığını yerinə yetirməyə məcbur etməklə çalışıblar. Lakin hökumət Azərbaycanlıları mədəni şəkildə assimilyasiya etməkdə davam edir. Azərbaycan İnsan Haqları Cəmiyyəti Dünya Ana Dil Günü'nün 25-ci il dönümü münasibətilə bütün Azərbaycanlıları və ana dilində təhsilin bütün tərəfdarlarını təbrik edir və milli kimliyimizin əsasını təşkil edən bu milli hüquqlara nail olunan günə qədər mübarizəni davam edəcəyinə söz verir. Cəmiyyəti 15 il əvvəl ana dilində təhsil hüququnu müdafiə etmək məqsədi ilə fəaliyyətə başlayıb və beynəlxalq forumlarda Azərbaycanlı uşaqların öz ana dilində təhsil almaq hüquqlarını müdafiə edir. Azərbaycan İnsan Haqları Cəmiyyəti 21 fevral 2024-cü il. Elə bə buyura bilərsiniz. Çox xoş gəlibsiniz. Buyurun, otaq Mən sizin. bir daha bütün ustadlarımızı istəyicilərə xoş gəldim deyirəm. Özəlliklə Ay Döktür Bağban ki, aylar və aylar bizim otaqlarımızda türkü və farsi bərnamələrin öz ana dilimiz haqqında irəli apardıq və çoxlu əməklər və zəhmətlər mütəmmil oldular. Ay mən də Həsən Raşidiyə də xoş gəldim deyirəm. Ay Döktür Bağban, buyurun sizi eşidək. Çox xoş gəlmisiniz. Selamlar, saygılar. Aziz dostlar, mən bu günləri ürək sevincimi siz sevimli yoldaşlarımla, xanımlar, ağalarla paylaşmaq istəyirəm. Ancaq ana dili bizim üçün yaranıbdır. Yoxsa İranda farsların heç ana dilinə əhəmiyyət vermələrini görməyəcəyik. Bilirsiniz, mən tarixə bir balaca, bir dəqiqəlik işarə edim, ondan sonra öz sözümə gedim. Əlbəttə, İlyar bəy, mən bilmirəm neçə dəqiqə vaxtım var. Əgər bunu da buyursanız, çox razı olam. Sağ olasın. Ay Döktür, 10 dəqiqə rahat söhbət edin. Yenə lazım olsa, ikinci dövrdə xidmət sizə var, Ay Döktür. Sizə də biz vaxt qoymayacaq. Buyurun. Xahiş edirəm, sağ olun sizə. Bilirsiniz, 1952'də əlbəttə hamınız bu məsələni bilirsiniz. Bangladeşdə Dhaka Universitetində öğrencilər öz ana dillərinin rəsmiyyəti uğrunda ayağa qalxdılar. Həman gündə 4 şəhid verdilər. Ancaq bu mübarizənin nəticəsi bu oldu ki, 1956'da dilləri rəsmiyyət tapdı. Amma daha gec olmuşdu.
71'də Bangladeş kullən Pakistandan ayrıldı. Amma fəaliyyətlərindən əl çəkmədilər. Sazman Miləllə yenə tartışmaya çıxıb və axırda 1999-cu il fevral ayının 21-i ki, həmin bugünkü gün olur, İsfənd ayının 2-si, gahdan 3-ü də olur, ana dili günü elan oldu dünyada. Və cəlib budur ki, 188 ölkə və İran da onların içində ona rəy verdilər. Həqiqət budur ki, 187 məmləkət ona vəfalı qalaraq, hələ İran vəfalı qalmayıbdır. 40 milyon, təkcə biz türklər də deyirik. Biz 40 milyondan əlavə başqa qeyri-fars etniklər də hələ öz dillərini təhsil almadan məhrumdular. Baxın, UNESCO hər il dillərin durumuna görə elaniyələr verir. Ana dillərinin durumunu araşdırır, raportlar verir. Hətta İran, özəlliklə İran içində göstərir ki, 8 dil dəqiqən aradan getmə halındadır. Xələc dili, Qaşqai dili ki, türk dillər içindədir, bu 8 dilin arasında görünür. UNESCO qəşəng bunu elan etmişdir və bugün də bu elamiyeyi ki, oxundu, eşitdiniz. Deyir ki, hər bir dil mədrəsədə öyrənmə sisteminə daxil olmasa, radyo, televizyonda verilişləri olmasa, aradan getmə halında sayılır. Bizim də dilimiz elə o cürdür. Biz 40 milyon Azərbaycanlı və Türk millətinin dili də indi İranda belə bir haldadır. Aradan getmədədir. Amma həqiqət budur ki, bizim dili saxlayan siz hörmətli vətəndaşlarımızsınız. Məxsusən gənclərimiz. Və dilimizin öz içəri qüvvələri də bais olur ki, bu dil 100 il məmnuiyyətdən sonra və yasaq olduqdan sonra hələ bugün də canlıdır. Əslən, dil nə deməkdir? Təriflər olunub bu barədə. Bir sırası deyirlər, dil insanlar arasında anlayış saxlayan bir aracdır. Anlayış mərkəzidir. Düşünmə qaynağıdır. Şuur törədəndir. Düzdür, insanlar dil vəsiləsilə bir-birləri ilə ilgi qururlar. Eyni halda bir-birlərini anlayıb və başa düşürlər. Dil bundan əlavə təfəkkür qalibidir. Düşüncə öyrənmək üçündür. Düşüncəni irəli aparmaq üçündür. Dünyanı dərk etmək vəsiləsidir. Dilsiz insan nə düşünə bilər və nə də dünya ilə bağlantı qura bilər. Hər insanın varlığı və kimliyi dilə bağlıdır. Dünyanın bilginləri tamam sahələrdə, özəlliklə dil bilginləri hər insanın doğal düşüncə və duyğuya malik olduqlarını təhcə ana dili ilə mümkün bilirlər. Çünki əslən bu sabit olmuş bir zatdır ki, hər insan ana dilini ana qarnında olarkən öyrənir. Uşaq o zaman ki, ana bətnindədir, həmin çağda ananın tamam həyəcanlarını, tamam istirablarını uşaq da hiss edir. Ana nə fikir edir, nə düşünür, nə duyursa, uşaq da həmin, yəni bu düşüncə, bu fikir, bu his eynən uşağa, bətnində olan uşağa da müntəqil olur. Vaqiyyət də budur ki, hər uşaq 9 ay ana qarnında, ana qanı ilə birgə yaşayır və həyat onun damarlarında dolaşır. Onun sevgi və məhəbbəti sayəsində varlığı vücudunda kök salır. Ananın eynən düşündüklərini o da anır. Anı ilə bərabər istirab çəkir. Onunla bərabər gülür və ağlayır. İndi kim
eləyə bilər ana dilini bu uşaqdan alsan. Məncə təhcə düşünməz və qafası qalın adamlardır ki, insanın ana dilini dəf edə bilərlər. Amma təəssüflər olsun ki, bizim İranda belə qafası qalın adamlar hələ çoxdular. Vaqiət də budur. Dil bir dənə, yəni o tərifi ki, insanlar, bilginlərimiz eləyiblər, budur ki, dil bir dənə lokomotivdir. Bir lokomotivdir ki, dalicə qatar çəkir. Müxtəlif vaqonları çəkir. Bu vaqonların hər birində bir ayrı məsələlər var. Məsələn, biri tarixi çəkir, biri ədəbiyyatı, biri ənənələri, gələnəkləri, görənəkləri, fəlsəfəni, əxlaqı, hamısı elə həmin lokomotiv ilə çəkilir. Yəni dildir ki, bunları özü ilə aparır. Dil aradan gedəndə bu qatar işdən düşür, dayanır. Ona görə həmin UNESCO və onun dəbir kolli ki, əlbəttə bu günlər Audrey Azoulay-dir. Bir Fransəvi bir xanımdır. Qabaqcada xanımı Irna Berowe idi. Və bunlar da özləri düşüncəli bir adamlar və hər il pəyamları verdikdə tamam insanları nəzərdə alırlar. Hamıdan nəzər soruşub və bunları cəmbəndi eləyib xalqa qaytarırlar. Ancaq insanı, bunu yine alimlər, rəvanşünaslar, camiəşünaslar bunu deyirlər ki, insanın şəxsiyyəti, varlığı, kimliyi dil vəsiləsilə yaranır. Yəni 4 unsuru bilirlər ki, insanın şəxsiyyətini yarada bilir. Birinci də dilidir. İkinci, bunun inamlarıdır, etiqadatıdır. Yine bu da dil vəsiləsilə öyrənir. Üçüncüsü, bunun mövqeyyət ictimaisidir. Yəni, nə məqama çatıbdır, nə cür bir mahir kargər olub, işçi olub və ya necə bir ustad danışqah olub, fərq eləmir. Hamı bir ictimai mövqeyyəti var. Ancaq bunu da yine ana dilinin təhsili ilə bura çatmalıdır. Ya ana dili bunu bu məqama çatdırır. Dərs oxumaqla və ya bir məharət öyrənməklə yine dil bilməlidir ta o məharəti ələ gətirsin. Və dördüncü də hər insanın əxlaq və gedişatıdır. Yəni əxlaq və rəftarıdır ki, insanın şəxsiyyətini bu 4 unsur neynir? Nişan verir. Amma burada dil əsaslı nəqş oynayır. Yəni hər 3 dənə unsur, başqa unsurlar ki var, əgər dil olmasa bu eləyə bilməz bu mövqeyyətə və bu şəxsiyyətə əli çatsın. Hər halda təəssüflər budur. Baxın, bizim indi 100 ildir, 100 ildən də artıqdır ki, dilimiz yasa olmuş. Biz öz dilimizin gözəllikləri və özəlliklərindən məhrum qalmışıq. Mədrəsəmiz yoxdur, radio, televizyonumuz yoxdur. Əlbəttə bu Ustani adında televizyonlar ki, şəbəkə qoyubdur, şəbəkə Ustani. Əslən, bunlar da hətta fişar altındadır. Bunların 70% bərnamələri gələ yine farsça olsun. Fəqət %30'u qalır. Bu %30 da hansı dillə danışırlar? Deyirlər yine kəlmələrinizin yarısı, yəni 50%'i gələ farsça olsun. Danışıqlarını görürüz da. Əslən, türkü danışmırlar. Fəqət feilləri türkçədir. Qalanı tamam tərkiblər, tamam hər nə ki var, hətta adlar, idarələrin adlarını eydən gələ farsıca deyərlər. Deyərlər, Vəzarət Amuzиш və Pərvəriş. Xub, bizim dilimizdə deyil bunlar. Və bəqiyə vəzarətxanalar, idarələr. Pəs bu bizim dilimizə aid olmur. O zaman bizim dilimiz deyə bilirik ki, mədrəsələrdə oxunmuş ola, radyo televizyonumuzda öz meyar dilimizdə danışa bilək
və sərasəri nəşriyyələrimiz olsun. İdarələrdə gərək öz dilimizdə danışa bilək. Amma bu siyasət indi əslən icazə verilmir belə bir siyasətə. Düz, pəs bu günləri biz fəqət dilimizin rəsmi olmağını istəyirik. Yəni bu haqqımızdır. Mədrəsələrdə, danışqahlarda, idarələrdə, bilmirəm, dadgahlarda, hər yanda, banklarda, öz ana dilimizdə gərək formlar da ki verirlər doldurmağa öz ana dilimizdə olsun. Yəni başqa dillə demək olar ki, dilimiz gərək rəsmiyyət tapsın. Daha biz bilirik ki 15-ci əsr bunlar 45 il üstündən geçərək heç bir iş görmədilər və görməyəcəklər. Vaqiyyət də budur. Görürüz rəhbər-i müəzzəm və ya İrşad İdarəsinin, Vizarətxanasının başında dayanan, hətta deyir mağazalarınızın adını fəqət farsça qoya bilərsiniz. Baxın, bu bizim dilimizin məhrumiyyətidir. Bunlar fikir edirlər ki, bizim dilimizdə ədəbiyyat yox. Bizim dilimizin gözəllikləri və özəllikləri dünya alimlərini vaqiyyət budur ki, heyrətə salıb. Bizim dilimizin gözəlliyi, qanun qaydalı olduğu da hamıya bəllidir. O qədər gözəllikləri var ki, bir sıra dilçilər bu dilin möcüzə kimi bilirlər. Amma öz xalqımız bunu öyrənməkdən məhrumdular və bu böyük bir zülmüdür bizə. Və əlbəttə, ədəbiyyatımızdan da mən bir dəqiqə içində istəyirəm danışam, sonra danışığımı saxlayacağım 2-ci bölümə ki, əslən vəzifələrimiz nədir? Nələr biz istəyirik? Biz ana dilimizin rəsmiyyətindən əlavə öz dilimizin, türk dilinin Fərhəngistanının qurulmasını da istəyirik. Və dəlillərim də var buna. Onları da sayacağam. Amma bunu deyim ki, bizim ədəbiyyatımız heç bir millətin ədəbiyyatından dal deyil. Təəssüflər olsun ki, həmişə fikr edirlər ki, bizim dilimiz, məsələn, birinci şairimiz İmadəddin Nəsimidir. 650 il bundan qabaq. Ondan qabaqda yoxdur. Amma mən bunu istəyirəm deyəm ki, yox. Ağay Nəsimidən, İmadəddin Nəsimidən 600 il qabaq bizim türk dilində kitablar Azərbaycanımızda yazılıbdır. Yəni bizim Azərbaycanda 1200 il bundan qabaq, 1300 il bundan qabaq türk dilində kitablar yazılıbdır. Amma bugün niyə millətimizin xəbəri yox? Çünki 100 ildir ki dilimiz yasaq olub. Kitablar qoymayıblar öz dilimizdə çıxsın. Baxın 241 Hecriyə qəməridə, indi 1443-dür. Yəni 1202 il bundan qabaq Şan qızı dastanı Azərbaycanda yazılıb. 1300 il bundan qabaq Numbetik kitabı yazılıb. Xəzərlər lövhələri, yəni Xəzər şahlarının, o cümlədən Yusif Şahın namələri ki, bu Əbbasi xəlifələrinə yazıb, türk dilindədir. Və bunlar indi bu günləri əlimizdədir. Bunlar indi hər yanda paylanıb və inşallah İranda da bu tezliğin çap olunub əlinizə çatacaqdır. Bizim dilimiz budur. Bizim dilimizdə elmi kitablar çoxdur. Mən bu barədə əlbəttə qabaqlar danışmışam, sonralar da danışacağım. Fürsət olsa, gələn danışığımda bunlara meydan verəcəyim. Sağ olun ki, məni eşitdiniz, var olun, ancaq mən də çox gördüm istəyir ki, sizlərdən öyrənəm. Əlbəttə təşəkkür edirəm İlyar bəydən və Kimya xanımdan ki, zəhmət çəkib və bu otağı çağırıb və əziz dostlarımız burada şirkət edirlər. Hamımızdan təşəkkür edərək mən indi tamam belə canımla bərabər sizin sözlərinizə qulaq asıram. Sağ olun. Mən də sizə sağ ol deyirəm, gözəl məlumatlarınız üçün və bu zəhmətlər və əməkləri ki, bu illərdə vermisiniz. Döktür Rəhim Albayrağı xoş gəlmisiniz və bildiyiniz kimi ayı Döktür Rəhim Albayraq hər həftə münəzzəm Sumer tarixi, mədəniyyəti və dil proqramlarında bizim bu klubda irəli aparırlar.
Ay Cəsur, buyurun sizi də eşidək və ondan sonra Day mühəndis və Ay Sina eşidəcək. Buyurun. Salam. Gecəniz xeyir olsun inşallah. Həm eşidənlər, həm əziz ustadlar, həm otağın müdirlərinə salam arz edirəm. Mən icazə buyursaz xahiş edirdim Ay Raşidicil bizim böyüyümüzdülər. Əvvəl onlar söhbət eləsinlər, şərti ədəb bunu hökm edir ki, sonra mən danışam. Sağ olasınız. Lütfünüzdən mən də təşəkkür edirəm. Çəşm. Ay mühəndis Raşidi eşitdiniz, fikir edirəm. Ay Cəsur Ağbayrağın söhbətini. Buyurun sizi eşidək Ay mühəndis. Salam arz edirəm və Dr. Ağbayrakdan da təşəkkür edirəm ki, öz növbətini mənə verirlər və bütün bu dostlarımız ki, burada şirkət ediblər və bizim səsimizi eşidiblər. Onların hamısına bu uluslararası ana dili günü, məxsusən o dilləri ki, bir dilin hakimiyyəti altında yazıb oxumaq imkanı tapa bilmirlər. Onlara təbrik arz edirəm. Üzr istəyirəm. Az olsun ki, mən burada söhbətlər ana dili haqqında oldu və az olsun ki, bu dil, ana dili gününün necə yaranmasını tahudu mən fikrim ki, hər kəs bilir. Burada da Ay Doktor buyurdular. Ay Doktor Kərimi ki, Bangladeş ölkəsi tərəfindən mətrəh oldu Sazman UNESCO-a və Sazman UNESCO da onu fevral ayının 21-in ana dili günü elan elədi 1999-cu ildə. Amma ondan biraz sonra 2000-ci miladi ilin və fevral ayının 21-də ilk dəfə Fransa'nın paytaxtı Paris'te ana dili günü mərasimi tutuldu. Yəni demək olar ki, o qanun qəbul olandan sonra fevral ayının 21-nə ana dili günü elan olandan sonra UNESCO sazmanı tərəfindən ilk dəfə Fransa'da bu gün qutlandı və əzizləndi və bu barədə ana dilinin təhsilinin vacibliyi və bu ana dilinin bu zamanda aradan getməsi haqqında söhbət olundu və bu dillərin aradan getməməsinə nə çarə qılınmalıdır, o haqda danışıldı ki, birinci növbədə bu dillərin təhsilinin vacibliyi elan oldu. Çünki dillər hakim dilin fişarı altında yavaş-yavaş aradan getmədədirlər və çoxlu dillər də aradan gediblər. Və İranda da təbiidir ki, fəqət fars dilinin rəsmiyyəti və təhsil dili olduğundan çoxlu dillər aradan gedib, getmədədir və o birisi dillər də öz qaynaqlarından, lüğət qaynaqlarından yavaş-yavaş boşalmaqdadırlar. Niyə ki, fars qaynaqlardan, lüğətlərdən istifadə olunur bütün hər bir şeylərdə. Çünki niyə? Təhsil dili, idarə dili, dadgah dili, məhkəmə dili, hər bir şey, radio, televizyon, hər bir şey fars dilində olduğuna görə insanların qulaqları bu dillə və bu dilin lüğətləri ilə, bu dilin sözləri ilə tanış olur və onları zehinlərində mələk eləyirlər. Buna görə öz dillərində yavaş-yavaş öz dillərindən çıxan kəlmələri unudurlar. Və bir alimin dediyinə görə hər zaman ki, bir millət sayları öz dilində saymadı, yəni o millətin dili aradan getmədədir, daha nabud olmağa yaxınlaşır. Mənim təcrübəm əsasında təəssüflər olsun, indi bizim dildə Azərbaycanda bu vəziyyətdədir. Siz, mən Azərbaycana gedəndə, yəni öz məntəqəmizə, Ərdəbilə ya Azərbaycan başqa yerlərinə gedəndə biri telefon nömrəsini soruşanda mən onu türkcə deyəndə mənə ayrı model baxırlar. Zahirən elə bilir ki, mən ayrı bir dildə, ingilis dilində bu kəlmələr, bu
nömrələri demişəm. Niyə ki, onlar daha adət eləyiblər telefon nömrələrin fars dilində desinlər. Yəni bu həmin faciə ki, ona işarə olundu. Yəni daha biri telefon nömrəsinin öz dilində əzbərləmir. Yəni az tədadda bunu əzbərləyirlər öz dillərində. Ümumiyyətlə farsça deyirlər. Ona görədir ki, bu o nişanədir ki, yəni bu o məsələnin nişanəsidir ki, yəni bizim dilimiz də aradan getmədədir təəssüflər olsun. Və bir dilin aradan getməməsinə yalnız təhsil lazım. Təhsil olmayan dil aradan getməyə məhkumdur və buna heç bir söz-söhbət yoxdur. Ona görə bir məmləkətdə ki, bir millət əksəriyyəti nisbi ola, amma onun dili oxunmaya, ən ibtidai qədər də oxunmaya, təhsil alınmaya, o bir faciədir. Yəni demək olar ki, indi bu İranda bu haqda faciə üz verməkdədir. Buna faciə deyərlər ki, bir millətin ən azı hələ dövlətin dediyi amar əsasında biz bu məmləkətin %40'ını təşkil edirik. %40'ını təşkil etmək, yəni 85 milyon cəmiyyətin təqribən 34 milyonunu təşkil edir. Necə ola bilər bir məmləkətdə 85 milyon cəmiyyətin içindən 34 milyon bir millətin öz dilində ən ibtidai qədər də təhsil almağa haqqı olmasın. Bu böyük bir faciə. Və biz bu dili rəsmi eləmək üçün çalışmalıyıq. İkinci rəsmi dil olmalıdır. Niyə ki, biz əksəriyyəti nisbiyik bu məmləkətdə və bu bizim haqqımızdır. Yəni buna kimsə etiraz eləyə bilmir. Amma gəldik məsələyə ana dili günü ilə irtibatda olan İranda ana dili ilk dəfə ana dili günündə mərasim 1382-ci il baş tutdu. 1382-ci şəmsi ilində və 2004-cü ildə. Yəni demək olar ki, o ana dili ili birinci dəfə ki Parisdə və Fransada oldu. 4 il ondan sonra və ilk dəfə İranda 82-ci il oldu şəmsi ilində və 2004 miladidə birinci elə həmin düz İsfənd ayının 2-sində Təbrizdə Döktür Mübəyyin salonunda və fəal Azərbaycanlılar tərəfindən ki, mühəndis Sərafinin də adını çəkməyi mən burada lazım görürəm. Çünki onun təlaşı və onun yoldaşlarının təlaşı ilə, birliyi ilə bu bərnamə ancam tutdu. İsfənd ayının 2-sində. Həmin gündə, İsfənd ayının 2-sində və fevral ayının 21-də həmin ildə Tehranda Elm-i Sənət Danışqahında icra oldu bərnamə. Türk öğrenciləri tərəfindən danışqahda bərnamə quruldu. Yəni Türk öğrenciləri bu ana dili günü münasibətinə bərnamə qurdular. İlk dəfə olaraq İranda. Və çox da gözəl bir bərnamə oldu. Amma ikinci dəfə, yəni 1383-cü ildə ana dili günündə, fevralın 21-də və ya İsfəndin 2-sinə bərnamə qoymağa icazə vermədilər. Dedilər o gündə yox. Niyə icazə vermədilər? O ayrı bir məsələdir. Bəlkə istəmirdilər ki, o günün özündə icra olsun ki, və onu səs salsın ki, ana dili günündə. Amma onun 5-ci günündə, yəni İsfənd ayının 5-ci günündə yenə də Təbrizdə fəal Azərbaycanlılar tərəfindən bərnamə hazırlandı. Qabaqda da mücəvviz almağa tədarük görmüşlər. Mücəvviz almağa iqdam eləmişdilər. Tamam Azərbaycanın müxtəlif yerlərindən, Tehrandan, hər yerdən mühəqqqiqləri, ondan sonra ədibləri, bu zəminədə fəal adamları dəvət elədilər Təbrizə. Amma bərnamə o gündə çox adamlar Təbrizdə idi. Tehrandan gedənlər də çox getmişdilər. Məndən də dəvət olmuşdu. O gündə bərnaməni ləğv elədilər. Yəni
İsfənd ayının 5-də bərnamə icra olan günü bərnaməni ləğv elədilər və qoymadılar. Amma Tehranda 1383-cü il Tehranda yenə elm-i sənət danışqanında bunda yenə fevral ayının 21-nə ya İsfənd ayının 2-sinə yox. İsfənd ayının 13-ünə icazə verdilər ki, yenə elm-i sənətdə bərnamə icra olsun. Amma elm-i sənətdə yenə türk öğrenciləri və Tehran danışqahının bütün hər yerindən bərnaməyə gələn oldu. Mən istədim burada, çünki ana dili gününün müxtəlif sahələrində təbii ki, dostlarımız söhbət eləyəcək, amma Tehranda olan, İranda olan bərnamələrin haqqında mən istədim ki, toziyat verəm. Çünki onlarda mən şirkət eləmişdim və yaddaş da götürmüşəm. Yəni o gündə olan bərnamələrdə yaddaş da götürmüşəm. Nə cür oldu, nə tər oldu, nə cür keçdi. Ona görə istədim ki, burada heç olmasa bir canlı olaraq o günləri bir də təkrar eləyək. Ona görə İsfənd ayının 13-də Tehranda elm-i sənət danışqahında və Şəhid Bəhrami salonunda bərnamə icra olmağa başlandı. Ərz olsun ki, mən görüm burada yaddaşlarımı əgər burada görsəm ki, istəyim ki, eynən orada nə cür icra olmuşdu, o haqda bir miqdar tozih verəm. Çox gözəl bir bərnamə oldu. Gələnlərdən rəhmətli Düktür heyət, ərz olsun ki, Ay Əkbər Azad, ondan sonra çoxlu insanlar gəldilər, bu bərnamədə şirkət elədilər və hətta ərəblərdən də Ay Bənitorov gəlmişdi. Ay Bənitorov da gəlmişdi, bərnaməyə şirkət elədilər. Çox gözəl bir bərnamə keçdi. Buradan 1000 nəfərəcən şirkət eləmişdilər. Kitab sərgisi də qoyulmuşdu. Kitab sərgisi də qoyulmuşdu ana dilin günündə. Məxsusən Ay Düktür heyətin çıxışları o qədər təsir qoydu ki, insanlar ehsasata qapıldılar bu mərasimdə. Və o günlərin bərnaməsi heç vaxt unudulmaz və unutmaram mən. Əgər fürsətim varsa, mən o mərasimin icrasından bir balaca yaddaşdır ki, götürmüşəm. Eynən onu oxuyayım, yoxsa mən ayrı qismətdə və ayrı bölümdə yenə də onlardan mən sizin xidmətinizə təqdim ederim. Buyurun Ay Mühəndis Raşid üçün İrandan qoşulmusunuz. Onu da eşidək, sonra Bəli. Ərz olsun ki, Elm-i Sənət Universitetinin türk öğrenciləri bugün, yəni İsfənd ayının 13-də Dünya Ana Dili Günü ünvanı ilə çox gözəl mərasim keçirdilər. Bu mərasimin Tehran danışqalarında fəaliyyət edən türk dilli öğrencilər Az Biltov, Az Topraq və başqaları keçirməyə təslim tutmuşdular. Lakin mərasim Elm-i Sənət Bilim Yurdunun Şəhid Bəhrami salonunda keçirildi. Məhərrəm ayı olduğunda mərasimdə Azərbaycan musiqisi olmadı, bəli mərasim çox mütənəvvi və dolğun keçdi. 1000 nəfər hududunda ailəvi və təklikdə bu mərasimə qatılmışdılar. Mərasimə Düktür Cəvad heyət, İsa Nəzəri Urmiyədən, mən, yəni Raşidi, Əkbər Azad, Güneyli, Rəfrəf, Eloğlu, Yekanlı, yəni 6-cı dövr məclis vəkili Urmiyədən qatılmışlar və başqa faal öğrencilər çox idilər. Ərəblərin ən çalışqan milli fəallarından olan Yusuf Əzizi Bənitorov başqa yoldaşları ilə mərasimə qatılmışdı. Xüsusilə Düktür heyətin burada danışıqları çox müsbət təsirlər qoyduğuna görə mən o qisməti bir istərdim ki, burada oxuyam sizə, görüm. Uşaqların da, yəni o mərasimdə uşaqların da gəlib o bərnamədə çıxış eləmələri çox maraqlı idi. Yəni gəldilər, balaca uşaqlar gəldi, orada mərasimdə çıxış elədi. Ərz olsun ki, bu uşaqların atası dərin düşüncəli və milli ilhamlı bir şairdir. Onun adı Bəyoğlu və ya belə bir ada oxşayır. Yəni onun oğlu da
burada mərasim icra elədi ki, o bəyoğlu əgər eşidir bizim sözlərimizi, əgər eşitmə eləmsən, adını yazmışam bəyoğlu. Mərasimin davamında öğrencilər teatr oyunu hazırlamışdılar ki, bu oyunda gənc öğrencilər icra etdilər və gözəl idi. Bu mövzuda dilimizin tədrisi olmaması təqdirdə yeni yetmələrin farslar içində təhqir olması ilə bağlı və uşaqlarımızın farslaşmağa doğru hərəkət etmələri ilə ilgili idi. Başqa öğrencilər ehsaslı şeirlər oxudular və saloncularda dərin ehsaslı alqışladılar. Giriş salonunda kitap sərgisi açılmışdı və türkçə kitablar və dərgilər satışa qoyulmuşdu. Deməli, gözəl bir kitap sərgisi idi və Əndişino Ağay Fərzanə bu sərginin məhsulu idi. Salon bütün öğrencilər və başqa ailələr ilə dolu idi və hətta əsli salondan qıraq kitap sərgisi qoyulan salonda da çoxları ayaq üstündə durmuşdular. Keçən il bu danışgahda qurulan Dünya Ana Dili Günü arasında çox bundan az adam gəlmişdi, amma bu illəri çox adam gəlmişdilər. Burada Ay Düstər həyatın da çox gözəl çıxışları oldu. Yəni bu çıxışdan sonra mən belə deyim ki, Ay Düstər həyat yaşı çox olduğuna görə salonda çox qala bilmədi, otura bilmədi. Durdu, istədi keçsin. Bütün salonda olan huzurda 1000 nəfərə qədər adam ayaq üstündə durdular, alqışladılar Düstər həyat. Düstər həyat vaxtı ki bu alqışı gördü, yenə Aydan qayıtdı sənə. Aydan gözləri yaşla doldu. Gözləri yaşla doldu. Sonra dedi ki, hamıdan təşəkkür elədi. Dedi, mənim ehtimalım çox ömrüm olmaya daha yaşlandığıma görə. Amma əgər bundan sonra daha 30 il ömrüm olarsa, gene bu yolun yolcusuyam və bu yoldan əl çəkməyəcəm. Və hamının gözü doldu bu zaman. Və bütün gene de alqışladılar, Düstər həyat oranı tərk elədi. Hər halda 1384-cü ildə mərasimin qabağını aldılar, təzahüratlar oldu. Daha onlara mən burada işarə eləmirəm ki, çünki onlardan da yaddaş götürmüşəm ki, o zamanlar tutuldu və o birisi illərdə daha bu mərasimlərin təqribən qabağını aldılar və sizin xəbəriniz vardı, hətta bizim insanlarımızı mühakiməyə də çəkdilər. Sağ olun, qulaq asdığınıza görə təşəkkür ederim. Siz də sağ olun Ay Mühəndis Raşidi. Bu gözəl detaylı tarix olaraq millətimizin zehnində qalacaqdır bu günlər və uzun bir mübarizə ki gedibdir bu günə qədər. Çox sağ olun. Ay Döktür Rəhim Albayraq, buyurun. Ay Həsən Mühəndis, maykınız açıq qalıbdır. Maykınızı bağlasa təşəkkür edirəm. Sağ olun. Ay Döktür, siz buyurun. Bəli, çox təşəkkür edirəm. Həm əsatidin bu cami sözlərindən, həm yollar ki göstərdilər, hər iki buzurgvar ki söhbət elədilər. Böyük həqləri vardı Azərbaycanın tarixinə, mədəniyyətinə, fərhənginə və mən özümü onlara şagird bilirəm və əgər cəsarət edirəm danışmağa, fəqət به خاطر budur ki, bir səhmi, bir vəzifə, məsuliyyəti tapşırılıbdır ki, onu yerinə gətirəm. Bilgə Xaqanın kətibəsində bu cür yazır. Deyir, Türk bəyləri, yəni bu tikəsi örnək olaraq mən istəyirəm deyəm ki, deyir, Türk bəyləri Türk adlarını tərk etdi. Çin bəyləri isə Çin adlarını kullanaraq Çin millətinə xidmət etdilər. Bilirsiniz, bizim böyük bir dənə səhvi ki, tarixdə şayət görə bilək, o da budur ki, Türk imperatorları və Türk dövlətləri divan işlərini tapşırıblar taciklərə. Yəni özlərin üçün yuxarı bir səthdə görürdülər ki, savaşçıyıq, bizə bu yazıb pozmaq bizə yaraşmaz. Bunlar firnixor deyirdilər də, əslində firnixorların məsələn işidir. Ona görə bir böyük bir səhv eləyiblər ki, bu günə qədər biz onun kötəyin yeyirik. Əgər olmasaydı Əmir Əli Şir, Nəvailər olmasaydı Kaşqərli Məhmud, biz bilmirəm ki, indi vəziyyətimiz nə durumda olacaq idi. Əgər müstəqim və direkt keçsəm bəhsə ki, bu qısa fürsətimdən istifadə eləyəm, mən Adolf Portmandan heyvanşünas bir məşhur bir danışmandır. Ondan bir söz deyim. Deyir ki, insan gərək 22 ayda doğulaydı, 9 ayda doğulur.
Əgər biz qanuni baxaq, yəni bütün heyvanlarla tutuşturanda biz görürük bu gərək 22 ayda dünyaya gələydi. Amma 9 ayda dünyaya gəlir, yəni bir ildən də çox erkən dünyaya gəlir. O birisi heyvanlar kamilləşirlər. Dünyaya gələndən sonra neçə gün ya hətta əksər ən çoxu neçə həftədən sonra bunlar yeriməyə başlayırlar, ovçuluq edirlər və bütün işləri ki, və həyatı zisti bir işlərdirlər, əncam verə bilirlər. Bəli, insanın uşağı heç iş görə bilmir. Nə düşünə bilir, nə danışa bilir, nə ayaqda dura bilir o birisi heyvanlar kimi. Və bunun dəlilin burada yaradır, yəni bu şəkildə tozih verir ki, bunun bir il fürsəti vardı ki, yerin içində, qucaqda səsləri təşxis verən. Eləyə bilər, sözü baş tapa bilər, dərki suxən, yəni sözün anlamın bilə və aram-aram başlaya bu gelişə. Tənha mövcudi ki, o birisi mövcudlarla fərqlidir. Heyvanı natiq deyirlər fəlاسفə. Yəni bir dənə heyvanı ki, söhbət edə bilir və bu qabiliyyət vardır. O birisi heyvanlar در طول minlər və bəlkə milyonlar il şəkil tapıbdı ki, nə cürsünə təbiətdə özlərinin qorusunda şərti olublar. Bir seri bir təcrübələr ki, nəsləndən nəsl, bir dənə pişik, bir dənə sirçə, bir dənə it yaranıb gəlibdir. İnsan bu təcrübələri kəlmə ilə alır. Yəni sözlə, dillə bunu öyrəşir. Həm ehsasatın, duyğuların paylaşa bilsin, dilə gətirsin, həm istəklərini deyə bilsin, həm danışıb və fikirlərin, düşüncələrin eləyə bilsin. Nəsl müntəqil eləsin, getsin qabağa. Vəqti biz görürük ki, bir deyil, minlər il çəkibdir şəkil tapsın və bu təcrübəyi bu nəsillər, məsələn, tapmacalar olsun, alqışlar olsun, ata sözləri olsun, kinayələr olsun, tamamı bu elmlər, bir dənə görürsünüz, məsələn, ata-baba söz var, deyir ki, 10 dəfə ölçərlər, bir dəfə bilçərlər. 10 dəfə ölçüb, bir dəfə biçirlər. Bunu در واقع اوقات təcrübə eləyib, həzinə veribdir bundan ötür, buna yetişibdir. Nə rahat indi bəzi insanlar به خاطر bu işi bu mədrəsədə hələ bir il məsələn öyrəşməyə çətinliyə düşəcəkdi. Bütün bu qırır nəsli ki, bu neçə min il təcrübəni elə bir atır eşiyə, bir ayrı bir qondarma bir. Niyə deyirəm qondarma? به خاطر bu ki, iqlim, təbiət icab edir ki, oranın dilini öyrəşsin. Yəni bir ərəb həttəmən gərək ərəbi dilini öyrəşə. Çünki orada 300 dənə məsələn dəvənin adı var, bir eskimo, məsələn 200 dənə qarın adı vardı. Və bizim məsələn öz Azərbaycanımızda vaxtı deyir məsələn soyuqdur, sərindir, şaxtadır, sazaqdır. Bunların hamısının bir anlamı vardı ki, fars indi deyə bilər məsələn sərdir, xeyli sərdir. Əslən onu yetirə bilməz. O duyğu eləyə bilmir paylaşılsın. Bu uşaq hər halda anasının qarnında türkü öyrəşibdir, türkü eşidibdir. Danışmanlar deyirlər, bilim insanlar deyirlər, bunu düşünə bilir, baş tapa bilir. Və sonra bu bir il, 2 il ki, hələ bundan danışırdılar, böyük ata gəlirdi, farsı başarmır, türkü danışıb. Böyük ana, həmsaya, zəh vurubdu xala. Və bunları eşidə-eşidə bu duyğuların kəlmələri şəkil tapıbdı. Nizam ava, nizam heca, nizam vacələr və vacələrin bir-birlərinə, yəni sözlüklərin bir-birlərinə ilgisi qurulubdu. Vəqti bunu indi gətiririk bir dənə 2 yaşdan, 3 yaşdan farsı danışırıq, tamam bu duyğular bunun boğazında qalırlar. Yəni eləyə bilmirik. Böyüklərin xəyanəti ki biz eləyə bilirik bir dənə insana əncam verək. O da budur ki, bunu ana dilindən uzaq salaq. Çox qısa deyim, indi burada biz dərmana gəlmişik. Yəni düzdür deyirlər, dərdi bilmək dərmanın 50%-sidir. Yəni yarısını elə bir biz eləyə bilirik tapaq dərmanın. Ha vaxt o zaman ki biz dərdi bilək. Amma dərddən çox danışmışıq. Bilirik ki, bizim indi məktubatımız olmasa, yazımız olmasa, sistemi rəsanəmiz olmasa, mediamız olmasa bu dillər sönəcəklər. Hər sən ki ay Döktür Raşidin sözünün ki buyurdular telefon nömrəsi. Mən özüm əxirən Təbrizdə getdim bir qənnadiyə, bir şirin alacaqdım. Gördüm bir balaca səhv bağlanıb. Dayandım və qulaq astım orada rəmzi kartların deyirdilər onlara. Gördüm ki, məndən qabaqçı 2-3 dənə xanım və ağa onlar türkü dedilər. Və bir miqdar söyündü. Çünki çox yerdə görmüşdüm bunu farslı deyirlər. Yetişdim, o tərəf ki kartımı çəkirdi. Bir cavan ağa idi. Soruşdum ki, ağa burada bu belə siz kart çəksiniz. Nə qəd türkü deyirlər və nə qəd farslı deyirlər bu rəmzləri? Dedi yarı-yarı.
hududən yarı-yarı. Yəni o qədər bu çəkir katları. Bu söndürməlidir ki, hələ bizim qurtarmağa fürsətimiz vardı. Dilimizi nicat verməyə hər zad aradan getməyib. Fürsət vardı. Çox uzun yollar gedib. Ay döktür heyətdən ad aparıldı. Allah ona rəhmət eləsin və böyüklərimizə, ay Xaltabadiyə, bilmirəm, ay Porsuz Zehtabiyə Varlıq məcəlləsindən demək olar başlayan, Porsuz Zehtabinin kitablarından, 85-in o etirazlarından, gəldik traktorun məsələn o bir zaman bizə karşərdi var idi. İndi hərsən ki karşərdən fikirəm uzaqlaşıbdı. Traktor fəzasından gəldik məsələn fəzai məcazi yarandı, bir adilanə fürsət yarandı ki, biz də eləyə bilək araşdırmalarımızı, fikirlərimizi, düşüncələrimizi, dilimizi qorumağında çalışaq. Və böyük peyzlər yaranıbdı ki, indi neçə milyon məsələn bir dənə şarkı, bir dənə məsələn oxuma onlarda paylanır və hətta mənim öz peycimə baxsaz bu statistikasına vursanız görərsiniz ki, bu axır postlar qahən 500 mindən çox görünür. Hərsən ki, bunların şayət yarısı heç diqqətlə oxumaya, amma hətta bunların 100 min nəfəri də olsa, bunlar fikr üçün bir yerdə ista bir zat deyil. Fikr xəzəndədir, sürünər, dağlar, şiu tapar, yaylar və pəxş olar. Yəni canlı bir zatdır, balalar, nəvəsi olar, uşağı olar və bu gedir qabağa. Mən buna çox söyünürəm. Bizim böyük xətərlər, asiblər varımızdır. Tamam bu moridləri ki saydım, elə 85 cəryanlar olsun, traktor cəryanlar olsun, fəzai məcazi, həmişə xop bunların müqabilində ya qəhri bərxurdlar olub, akkantın əlindən almaqla, həkk eləmaqla, tutmaqla, bunlar da vardı. Ya qahən hərəkətهای həmsü, bundan bir paralel bir yol başlayıblar, ya bir səthi, səxif bir səthi istəyiblər yendirsinlər, ya yox, çalışanlara. Tamamı yaxşı çalışanlara çamur atsınlar, desinlər bu da məsələn filan yerə bağlıdır, bu da məsələn savadı azdır. Öz qıllığımızda olanlar özü də, yəni bizim çalışanlarımıza fikir eləməyin ki, onların sözü əsər eləyəcək. Bizim özümüzünkilərdən quracaqlar, lap radikal halətdə salacaqlar canımızdan və bunlar asiblər var. Amma söyündürməli bir zatlar da var. Bir millət özü indi kimliğin, türklüğün daha önəmsir. Yəni qabaqdan şayət bu belə əhəmiyyət verilməyəydi ki, indi biz görürük vərzişgahlardan tutdu. Mən bu günlərimə çox söyündüm. Gördüm məsələn paygahlar məsəl Azərhəncə. Birdən dedim mən bu gün kullən türk yazacağam. Nəsniyyüz hətta ki çox məsələn mühafizəkaranə gedər. Təbrizin risanələrindən. O gəldi məsələn ana dilinə görə neçə post vurdu, danışıq getdi, müsbət hərəkət idi. Tamamı yəni Təbrizvanı tutun, tamamı böyük peyclərimiz, bizim medialarımız bu işi gördülər. Və mən o qədər bunu gördüm bu ana dilin moridində. Birdən gördüm ki, bu BBC-yə də yayılıbdı. Mesela Amerikaya da gedibdi. Bilmirəm. Hətta qanun nevisəndəgan, qanun məsələn fərhəngi, sinfi fərhəngi. Yəni bunlar ki, əsən kənarda durardılar. Yəni onlar ki, fars medialarıdılar, fars quruluşlarıdılar. Bu göstərir ki, biz başara bilmişik. Yəni hətta buracan getmişik və gələn il bundan da gərək daha artıq gedək. Mən yollara çox fikir edirəm. Yəni dərdimizi dedik, amma yollar indi məsələn ay götür Bağbancıl buyurdular ki, Fərhəngistan çox mühümdür. Bu bir məsələn önəri. Ay götür ay mühəndis Raşidi buyurdular ki, dilimizin rəsmi eləmağında çalışaq. Bu bir yoldur. Baxın bu günlərimə dünən mən nə gördüm? Ərdəbildə, bilmirəm, Xoyda, Təbrizdə, müxtəlif şəhərlərdə, şəhərstanlarda kitab paylayırdılar cavanlar. Şayad böyüklərimizin yadına gələ bir 20 il bundan qabaq, 30 il bundan qabaq, onları bu cür rahat paylamaq olmurdu. Bir və nə xəzinə var idi, nə istiqbal var idi və xətəratına dəymirdi, xəzinəsinə dəymirdi qahən. İndi görürəm ki, məsələn biri şokolad paylayır, biri məsələn Türkçe yazır kullən hər zadı bu günlərimə və əslən bu Clubhouse ki bu günlərimə təşkil tapıbdı. Bu özü də bir ibtikardır ki, bir nəfərin zehninə çatıbdı, onu pərvəriş verib becərdibdi və bu günlərimə eləyə bilirik ki, sözlərimizi deyək. Bu sözlərdə xoşbəxtanə sünc edirlər Telegrama, neçə min nəfərlər qahən bunu eşidirlər və gedəcək qabağa. Mən bu cür düşünürəm ki, Şəhriyar necə demişdi, türkün məsələ folkloru dünyada təkdir. Türkünün əslən zat qabiliyyəti üçün özü güclü dildir. Neçə min ildən sonra indi Sumerlə biz o Dan Ulduz peycində hər gün bir dənə dərsi veririk. Dərsi ki, bir məsələn var idi, qağa görə idi. Qağın nə cürsinə bizim
qatığa, bilmirəm, qamıza və tamam bunlar ki, ləbəni məhsullarla bunlara nə cür irtibat var? Bunu məsələn dərsini vermişdik. Niyə 5000 ildən sonra dayanır? Bir türkü dili özü güclü idi, yoxsa aradan gedərdi. Qahan tənz üçün bunu hala dırnaq arası deyim. Deyirlər ki, ağa, bizim Firdosumuz var, ona görə dilimiz ərəb dilindən, Moğol dilində heç olmadı, qaldı Firdose. O məgər bizim Firdosumuz bəs yox idi da, çünki olsaydı onda bizim də dilimiz siz deyirsiz Fars idi. Onda bizim də dilimiz qalardı. Ya bir Firdose bizim də dilimiz dəyərdi, ya Firdose o belə güclü dəyərdi. Çox məsxərə. Hətta mən bu dedim Habibisi və Seda Amerika getdim bir iki üç dənə kommentlər oxudum. Doğudan çox faşistli və mütəhəssir bir insanlarla biz qahən həmvətən olmuşuq. Adam utanır bunlarla, bunların kommentlərini görəndə. Bir cür mənim ana haqqımla danışır ki, elə məsələn bir minnətdir, bir məhəbbətdir mənə eləyir. Yox, bu mənim təbii haqqımdır. Yəni verəsən, verməyəsən bunu biz ələ gətirəcəyik. Mən olmadım, o birisi ələ gətirəcəkdir. Bunu biz nəcürsün oldu holqumuzdan çıxardacaq, gətirəcək. Qanun əsasında fəqət yazıb مثلا زبان مادری موردunda bir ittiladır. Axı qanun əsası məgər Allah tərəfindən vəhiydir gəlibdir. Qanun əsası insan bəşər yazıbdır, qabil təğyirdir. Beqol demişdi, məgər qanun əsasıya mən rəy vermişəm ya siz rəy vermisiniz? Heç bir yığsaq indi 5% o rəy verənlər qalmayıb. Ata babalarımız rəy veriblər. İndi qanun əsası vəhy deyir ki, ya deyirlər ki, siz türk dəyirsiniz, turk zabansınız. Bunu o adam deyir ki, hələ feylən kitabları bazarda vardı ki, Ariyaylar nə cür gəliblər, İrana varid olublar. İndi deyək siz fars zaban deyəsiniz, siz farssız ya fars zabansız. Bu oturaq bu cür kəlmələrlə oynayaq. Ya do zabanəsiz, do zabanə deyirsiniz. Biz elə cəhddən dərcət türküq, çə bir il bundan qabaq gələk, çə əvvəldən burada olaq. Biz indi türküq və türk olduğumuza görə bir ana haqlarımız vardı. Və əgər bunu qırırıq, baxın buna çox bənzər bir misal verim. Fərz eləyin ki, bu günlərimə məsələn kusələr neçə kilometr oğallıq, məsələn 80 kilometrəcən deyir ki, bir qətrə qanı töksən suya, onun iyisini bilənlər, yəni molkullar o suda nə cürsünə gedir və bunun təbiət bu yayısını nə cür yaratıbdır ki, bunu eləyə bilir dərk eləsin. Bu günlərimə kusiyə deyək ki, yox, sən dolfin ol. Yəni bunu qoy təcrübə üçün illər, min illər, milyon illər səndə yaranıb. Bunu qoy kənara, gəl dolfin qabiliyyətin sənə yükləyək. Təbiidir ki, o iqlimə görə, o təcrübələrə görə, o saxtara görə bu düz deyil. Bunu onun əlindən alırıq. Mən baxın misal verirəm biləcəm. Aya itlə, köpəklə, məsələn səcin, dağın, bunların əslən mənisi, məfhumu birdir. Mənim etiqadıma bir deyil. Hamısı düzdür, bir mövcud işarə edir. Vəli o ki mən köpək deyirəm türk dilində, farz o səcicidir, fərqlidir. Burada vəqti mən deyirəm, üzr istəyirəm köpək oğlu, məsələn köpəyin oğlu ya köpəyin qızı, burada nə qədər məfhumlar gəlir və bizim zehnimizdə müxtəlif karakterlər, müxtəlif təcrübəyi dedim, nəslər yaranır ki, bu kimi qəsd edilir, nə mənə istir desin, nə qədər məsələn bu hiləgər bir insan istir görsəsin. Amma ya vəqti طول سگ deyirik ya دختر مثلا سگ deyirik, haman barı ehsası, mənayı, duyğunu daşıyır. Daşıya bilməz ki. Vəqti biz deyirik əlağır, deyirik məsələn əlaçıq, əli doli, əli dar, əli yüngül, əli suli, məsələn əli qoltuq. İndi deyəm dəst در بازو. dəst در بازو məgər farsıda haman hissi yaraldırır. Əli qoltuq, vəli bir tərəf əli qoltuq qalıbdır. Siz bunu qırırsınız. Niyə qırırsınız? İki dəlil var da, ya indi buna idarədən deyiblər, bir yerdən deyiblər ki, uşağı bəcə farsı öyrədəsən. Bu به خاطر موقعیت مثلا اداری برتری کسب eləsin, ya به خاطر روزی ki oradan gəlir, buna مثلا فارس öyrədir, ya yox. Assimile olubdu, etiqadı budur ki, uşaq mədrəsəyə getsə, qalsa, farsı öyrəsə پیشرفت eləyəcək. Əksi budur ittifaqən. Düzdür. Zaten fars olsaydı, çün əslən dərk və saxtar dərkisi haman şivə iləndir, rahat idi. Çün niyə? Bizim uşaqlar gedir mədrəsəyə nə iş görür? Deyirlər ki, məsələn, bir dənə məsələyi fəlsəfi, məntiqi, riyazi, coğrafi, ulum bir zad deyir. Fars uşağı bunu tez təhlil eləyə bilir, analiz eləyir, mənasını başa tapır, istintac eləyir, məntiq işə düşür. Amma türk uşağı hələ istəyir baş tapsın ki, bu ab nə mənədir, baba nə mənədir, dad nə mənədir. Bunları bir özünə görə həll eləyə ki, bu atadır, bu
Məsələn, Sudi, bu Wehrmachtdır. Bunları niyə bu cür yazırlar? Bu niyə bu cür olur? Və ta bunu baş tapınca o bahis olubdur ki, indi biz baxırıq, görürük ki, bu isbat olubdur əlbəttə ki, mövqeyiyyət təhsili bərtərə sahib olurlar. Onlar ki, öz ana dillərində dərs oxurlar. Tehran ya Məşhəd ya Təbrizi müqayisə edəndə məsələn konkurra gəlin bir göz ataq. Tehran 35% konkuru verir bərəndələri. Məşhəd 12,5 verir. Və onlarla müqayisədə Təbrizdə gəlib böyük Kəlan şəhridir 5% müvəffəqiyyəti konkuru verir. İndi nə cür siz eləyə bilərsiniz? Yox, be xatir bu ki, həmbestəgə aradan gedər, İttihad Milli aradan gedər. Bu paltarları giyməyin. Bunlar məsxərə sözdürlər. Nə İttihad Milli irtibat var, nə bilmirəm həmbestəgi Məcər elə türkü örgəşən, kürdü örgəşən, ərəbi örgəşən elə gətirmişik bunu mütərادif با bir dənə əndişə siyasi təciyə tələbi و bilmirəm cudai xواهی و bilmirəm terror و əsلəhə و bunları qoymuşuq mütəradif eləmişik hamısını və xəyanət و bilmirəm vətən furuşu bunların hamısını yükləmişik onun üstünə. Amma زبان فارسini gətirmişik eləmişik زبان ایرانی. Kim deyib bu زبان ایرانı? زبان ایرانı deyir. Bu زبان rəsmi ya زبان دیوانی, زبان اداری ایرانdır. Bir qovmi ki deyibdir ki, bu gərək rəsmi ola və gərək siz də bunu öyrəşəsiniz və öz dilinizdə öyrəşməyəsiniz. Təhmil olunubdur ta hududiyəm. Mən sözüm yoxdur, xub bu dili də öyrəşirik. İttifaqən öyrəşməyimiz də yaxşıdır, bir ayrı dil öyrəşmişik. Amma bunun kənarınca öz dilimizdə öyrəşək ya yox. Məgər siz gedin bir dənə Japoniya deyin. Bir dənə Koreliyə deyin, bir dənə ərəbə deyin, bir dənə bilmirəm Londonliyə deyin. Deyin öz dilində yazma. Be xatir bu ki, bu dil məsələn yaxşıdır, bu dil ondan üstündür, bunu öyrəşəcəksən. Bunu hangi ulus, hangi millət, hangi xalq dünyada öz dilini yazıb oxuyan bilir? Amma burada 40 milyon nəfər öz dilini yazıb oxuya bilmir. Yəni deyirsən bunu oxu, bir sətr yaz, ya da komment, sadə bir dənə komment, sət məcbur olur ayrı dillə yazsın. Çünki sonra da mənə gəlirlər deyirlər intiqad varid edirlər. Deyirlər ay Ağbayraq, ya ay Əsqəri, siz niyə türk yazmısınız? Haman arzuyu ki İran şəhərlərində var mən türk yazım. Mən xub dünənlə bir gün türk yazdım. Əslən Dan Ulduzda türk yazıram. Çün bizim ulusumuz Farsı öyrəşibdi, onu oxumağa birdən yetişəcək 3-4 dərsədə. Və biz irtibat bərqərar eləməyəcək bunu oyaldaq, bunu öz ana dilinə, öz milli haqlarına, öz kimliyinə, varlığına bunu oyaldaq. Və ona görə ta o zamanacan biz məcburuq ki, bunun öz dili, millətimizin o dili ki baş tapır, o dilinlə ittifaqən bu dilindən ki mənə öyrətmisiniz, öz haqqımı sizdən alacağam. Və bunu cəlib budur ki, öz içimizdən də bir seri bu dedim də, bu xasta adamlar da haman o sözü təkrar edirlər. Yəni o məsirdə gedirlər qabağa. Biz indi məcburuq ki, öz dilimizdə də yazaq, bu dildə də yazaq, bunu da qoruyaq. Müntəha dərsədin gərək əldə tutaq, millətimizlə irtibatımızı qırmayaq, ta eləyə bilək onlara təsir və etki qoyaq. Mənim əgər zamanım var, danışım, zamanım yoxdur. Sözü verək o birisi ustadlarımıza. Çox məmnunam ay Dr. Albayrak. Eləyə bilərsiniz, idamə verəsiniz. Çün ay Sina Yusufi də eşidəcək və ondan sonra da bir də musiqi eşidəcək və idamə otağa qabağa aparacaq. Necə məsləhətdir ay Dr. Mən Buyurun. zamanı alam ustadların. Baxın, Dekart deyir ki, hər nə mənə, yəni avadan şəkil tapdı və avalardılar ki, heciyə təbdil oldular. Məsələn, misali ki, mən vura bilirəm, şayad bizim müxatabımız ki, bunu eşidir, əğləb cavanlar da onlara qabil fəhm ola eləyə bilərlər, baş taparlar. Məsələn, udur. U ya o hər yerdə ucalıq anlamına gəlibdir bizim dilimizdə. Məsələn, uca gəlibdir, üst gəlibdir, ulu gəlibdir, uzaq gəlibdir, uzun gəlibdir, hətta ucu olubdur, gedib farsda ovuc olubdur. Yəni bu ucalığı göstərir. Bərəks məsələn o samitləri ki, birdən qınla olur, qıssadı, qıtdı, qırtıq, güdə, məsələn hətta farsda kutah ya kutulə, məsələn kütə ya küt, yəni qırmaqdan kiçik, kuçek olubdur, qırım, qırım, qırtı. Bunlar məsələn fərqlidirlər. Qıssa ilə uca bu şəkildə gəlibdir, bu şəkil tapıbdır. Ya məsələn birdən biz görürük ki, dediyim kimi hər yəni dildə bu şəkildə gedibdir qabağa. O dili ki indi mənim iqlimimdə də ya
ya bu cürsən Hindistan tərəfindən gəlibdi, İrana varid olubdu, qarışıbdı. Məsələn, Babil dili ilə, İlam dili ilə və o birisi dillərin də vağı muntaci bir halətdə bir dil olubdu. O bu təcrübələri yoxdur. Vəqti mənim uşağım bunu hiss eləyir və istəyir bunu ayrı bir dillə desin, mütəfavit bir dillə, bu etimad be nəfsi zədələnir. Yəni bu deyər ki, nə olacaqdı? Gəlin bir gündən biz hamımız fars öyrəşək. Əsən türkçeyi də qoyaq kənara. Bu dil deyir ki, bu şərafət insanıdır. Bu izzət nəfsidir. Bu yəni özümüzün hüviyyətimizi tapmaqdır. Bu qürur millimizdir. Biz əgər bunu öyrəşməyəndə mən yetişəcəyəm bir dənə fars dilli həmvətənimizin. Biz farsla müxalif deyirik. Biz kürdlə müxalif deyirik. Biz ərəblə müxalif deyirik. Biz ırqçı, biz nicatpərəst, biz faşist deyirik. Biz o birislərə ehtiram qayırıq. Biz eləyə bilirik ləzzət aparaq Hafizdən. Biz eləyə bilirik Xəyyamla ləzzət aparaq. Amma siz eləyə bilmirsiniz. Siz fikir eləyirsiniz ki, türkəsən kəlməsini eşidəndə üzr istəyirəm, başınıza daş düşür sizin. Və xatirə ki, fikir eləyirsiniz ki, bu türkü dili gəldi və xatirət qabaqçıl min illər ki, türklər nəzir hökumət eləyiblər və bu در واقع bir dənə nicat gərayədir ki, yaranıbdır və ona görə mən bu cürsünə düşünürəm ki, bu bizim təhbəs dilimiz deyil. Bu bizim şərafət insanımıza irtibatı vardır və əgər mən insanam, əvvəlcə ana dilimi başaram. Bu çox təbii bir haqqdır və onu qoruyam və onu sevəm. Necə olur? Sən sevə bilirsən? Onu deyirsən himayət eləyəcək, onu deyirsən qoruyacaq. Dükanların da adı bəli bu cür olsun. Tacikistanda da gedəcəm, bir dənə konfrans qoyacağam. Əfqani qardaşlarımla da bu müravidatım olacaq. Japonda da pul xərcləyəcəm, Türkiyədə də danışıyan Farsiyə pul xərcləyəcəm. Amma sən məbada bir dənə məsələn Azərbaycandan, Cümhuriyyət Azərbaycanın ahəngi məsələn peyizvə vurasan ki, mən onda sən deyəcəm ki, bəli, sən bir dənə mark yapışdıracağam, bir dənə ayrı bir sifət vuracağam. Və nə biz xoşbəxtik ki, hələ yəni bizim bavuzud ki, asiblər var, dediyim kimi ay doktor Raşidi qəşəng buyurdular. Dedilər ki, danışdıda o kəlmələr gəlir də. Yəni vaxtı mən deyirəm ki, print alıram. Çünki print məsələn Avropadan gəlibdi, Amerikadan gəlibdi, printdir, iskandir, bilmem telefondur, televizyondur. Danışqahda bilmirəm idarədə deyim mövqufat məsələn bu resit, bilmirəm maliyyat bu kəlmələr bizim dilimizə girirlər, bizim dilimizdə otururlar. Amma bunların qarşısında birdən görürük ki, həm bu sanal dünya fəzai məcazi və həm maharə, yəni biz görürük Türkiyədir, Azərbaycanda, o birisi türk ölkələrdir. Onların qısa videoları gəlir sanal dünya, fəzai məcaziyə, peyzlərə, Telegramda yayılır. Hətta gəlir bunu təzəşdən ehya eləməyə, qorumağa və biz dilimizi qoruya bilək. Əgər biz dilimizdən danışıq, bəli, ola bilər bir tədad əndişə siyasi olsun. Mən bunların fikrim yoxdur. Məsələn, heç orada varid olmuram. Amma biz öz haqqımızdan danışırıq. Bir dənə yəni təbii bir haqqımızdan danışırıq. Dərk mətləb ya tərcümə fərqlidir. Biz əgər bunu öyrəşməsək məcbur olacaq davamən bunu tərcümə eləyək. Davamən bir kitab oxuruq, əvvəl onu tərcümə eləyək, sonra öz dilimizə çevirək və bu naqis olur, əlkən olur. Mənim də ayrı bir sözüm yoxdur, fəqət dediyim kimi əməllərə çox etiqadım vardı. Bu işi biz yolumuzu tapaq, yollar icadaq, münasibətlərimizin hər birini qoruyaq. İndi bu günlərimə bəli, ana dili idi. Çox da gözəl tutuldu bu illərimə. Qabaqçı illərə görə də 10 qat demək olar güclü, gür getdi qabağa. Sabah axır çərşənbə gəlir. İndi su çərşənbəsi idi dünən, bu gün. Və gələn həftə bir ayrı çərşənbə yetişir, ondan sonra bilmirəm bayram yetişir, ondan sonra 13-cü gün yetişir ki, çıxacaq eşiyə, ondan sonra ayrı münasibət. Hər münasibəti gərək biz bu ünvanı bir dənə vəsiləyi, bu ünvanı bir dənə fürsəti, mövqeyiyyəti nəzərdə tutaq və onun üstündə işləyək ta eləyə bilək ekinimizi, yəni fərhəngimizi, uyğarlığımızı, yəni təməddünümüzü eləyə bilək buradan çıxardaq, quyuların təkindən millətin arasında yayaq, təlaş eləyək mədəni şəkildə, barışsız şəkildə, qanuni şəkildə və bu şəkildə gedək qabağa. Təbiidir ki, həzinələr də vardı, çətinliklər də vardı, amma dediyim kimi günbəgün bu marağın çoxalmağı millətimizin içərisində məni ürəkdən şad edir. İnşallah ki, hamının köməkliyi ilə gedək qabağa. Digər bir güllə bahar olmaz, amma məncə elə bir güllə bahar başlar. Sağ olun. Bir dünya məmnunam sizdən Ay Doktor Albayrak gözəl söhbətləriniz üçün. Xanımı Jalə Təbrizi siz də xoş gəlmisiniz.
Cenab-ı Sina Yusufi Əziz və Sayın Yusufi, buyurun sizi də eşidək. Mən icazə versəz ustadımız Jalə xanım danışsınlar əvvəl. Sonra mən danışım əgər icazə buyursaz. Böyüksüz, nə cür səyahətdir. Jalə xanım, çox xoş gəlmisiniz. Əgər Sina bəy vaxtlarını sizə verdilər, buyurun. Əgər olsa Cenab-ı Yusufi Murtaza'yı sizdən də çox üzr istəyirəm. Buyurun Jalə xanım, əgər. Salam deyirəm hamımıza Salam. və ana dili günü də sizə təbrik deyirəm. Mən indi girdim cələsiyə. Yaxşı olardı biləm kim nə danışıb ki, mən onun dalısını tutam. Amma əgər istəsiz məsələ də idamə verirəm. Sağ olun. Buyurun Jalə xanım, hər halda tarif eləməyin. Bayaqdan elə ustadlarımız bir-birinə tarif Bəli, edir. tarif Buyurun. eləməyək, düz deyirsiz. Mən bu ana dili günü hamımıza təbrik deyirəm. Gözəl arzular edirəm ki, ümid edirəm ki, bir gün bu istəklərimizə çataq hər halda və bu günü də ciddi surətdə cəşn tutaq. Mən icazə versəz, mən istərəm ki, tamamən yəni cələsənin çox vaxtını almayam və o Sazıman İllərin bu moriddə deməyinə ki, nələrlə, hansı elamiyələri ad aparmaqla, söhbət eləməklə, tozih verməklə ki, hansı zatlar Sazıman Milləl tərəfindən bizə icazə verir ki, biz o dildə danışaq və ana dilində danışaq. Mən icazə verin Tövsiyə Paydardan başlayayım. Mən bu sənədə çox ehtiramım var. Sənəd 20-30-a. Çünki bu sənəd 20-30 tamam dövlətlər imzalayıblar və tamam dövlətlər də məcburdular 2030-a qədər bu sənədi təkmilləsinlər. Bu sənədin təkmil eləməyi biri hədəf 4-dür. Hədəf 4 onda keyfiyyətli təhsil məsələsidir. Keyfiyyətli təhsil nədir? Yəni ana dilinə təhsil eləmək. Bu ana dilinə təhsil eləmək onun bu davamlı inkişafın ya bu sənədi 20-30-un əsl məsələlərindəndir. O şey ki, Cumhuri İslami bunda çox zəifi var və bundan çox qorxur bu sənəddən. Çünki bunu eləyə bilməyəcəkdir. 2030-acan bunu təhvil versin. Yəni desin mən buna yaxınlaşmışam. Biz bu sənədin üstündə həm o maddi, həm hədəf 4, 5, 13, 14, 15-ə həqiqətən çox fəaliyyət aparmışıq. Bilirsiniz ki, 13, 14, 15 çevrə məsələsindədir ki, Urmugölün, cəngəllərimiz, mədənlərimizin dağılması, bu çevrə məsələsinin təxribi İranda Cumhur İslamının tərəfindən, o cümlədən Azərbaycanda o həddə yuxarıdır ki, biz bu hədəflərdə fəaliyyət aparmışıq və çox da gözəl alınıbdır bu fəaliyyətlərimiz. Ana dilinin rabitəsində bu hədəfi 4-ü həmişə hər iclasda indi bizim 42 iclasa giririk ki, bu 55-ci iclasda 42-ci iclası Şurayı Hüquq Bəşər olur ki, biz söhbət aparacağıq orada. Çox bu yekə bir sözdür. Biz bunu heç zaman ana dilini heç zaman söhbətlərimizin, danışıqlarımızın və bəyanatımızın Sazıman Miləldə yaddan çıxartmamışıq. Tamamilə hər zadı rəbt vermişik bu məsələyə. Bu sənəddə də rəbt veririk yenə Tövsiyə Paydara. Ondan ötürü ki, bu sənədi gərək millətə, gərək tamam orada yaşayanlara öyrədələ, dərs verələ. Deyələ bu sənəd nə istəyir? Bu sənədin məsələsi nədir? Su məsələsi nədir? Sən nə cür eləyə biləcəksən sudan dünya səviyyəsində su azalır, necə bunu işlətməlisən? Ya behdaşt məsələsində, bunu xoşluqların məsələsində, uşaqların dünya gəlməsinin, səlamətçiliyin, bu fəqrin, yoxsulluğun, aclığın, necə bunlarla siz mübarizə eləməlisiniz? Bunun hamısının bu sənəddədir. Bu sənəd
bir dənə həqiqətdə hərzatdır. Bu sənədi dövlətlər, hətta Cümhur İslamı da imza atıbdı ki, bunu icra eləyəcəkdir. İndi də o cələsələrdə bu şirkət edir Cümhur İslamı. İndi bu gətiribdi Cümhur İslamı. Bərhan ki, eləyə bilsin, bu sənədə yaxınlaşsın, gətirib klasayı, mübarizə və bisavadı qoyubdu. Mən bunu dəfələr və hər yerdə təkrar edirəm, tam cəmaat mütəvəccüh olsun bu məsələyə. Mübarizə və bisavadı savad gətirməkdir. Farsı öyrəşmək, savad gətirmək deyir. Yəni ki, farsını öyrədirik, bunlar biz basavad eləyək. O farsı ilə basavad olmur. O xanım 45 yaşında ya bir ağa 45 yaşında ki, iş məsələsi var, aclıq məsələsi var, ailəsinin məsələsi var, noxuşluğun məsələsi var. Ona farsı öyrətmək o əslən onun indi o zamanı deyir, dərdinə nə dəyməz. Farsını da öyrəşsə o sinnidə nə media, nə televizyon, radio, televizyonu qəşəng başa düşəcəkdir. Nə uruznaməni oxuya biləcək, görsün nə keçirir. Nə də ki, eləyə biləcəkdir o camiədə o şey ki, onun lazım idi, onu əl aparsın. Tövsiyə payidar. Biz Cümhur İslamiyyədə orada Sazman Miləldə də yazmışıq, uca səsindən də demişik ki, Cümhuri İslami gərək ana dilində bizim kəndlərimizdə, bizim o aşağı şəhərlərimizdəki vəzi maddeləri yaxçı deyir. Orada ana dillərində tövsiyə paydarı bu sənəd 20-30 ölkədə öz dillərində bunu ölkədə xanımlara vəziyyətlərinə görə Cümhuri İslamıda o qədər behdaştın olmamağı, uşaqların vəziyyəti necə bu analar bu uşaqları ilə döyünür. Bunların hamısını ana dillərində bunlara öyrətməlidirlər və etiraz eləmişik. Hərçənd ki Cümhuri İslamı özü də bunu məsələni açıbdı ki, şikəstlə müvaciə olubdu bu mübarizə babi savadı da. Ondan ötürü ki, indi biz o şəraitdə deyirik ki, biz istəyək bunlara farsı öyrədək, ta sonra tövsiyə paydarı bunlara tozih verək. Tövsiyə paydar, yəni davamlı inkişaf gərək ana dillərində bunlara hamısına təsir verək. Biz bunu Sazman Miləldə gündəlikdə saxlamışıq və hər dəfə söhbətlərimizdə ki, çün hər zaman da məsələn indi biləndə ki, məsələn 26 fevraldan 55-ci İnsan Hüquqları Şurası başlayır və 4 apreləcən də davam edəcəkdir. Bunu biz yenə onda bu bərnamədə, həmişə bu bərnamədə bu sənəddən proqram var. Bu sənəddən biz proqramdan istifadə edirik, ana dilin rabitəsində və tozih veririk ki, Cümhuri İslami bu həddə, yəni bu davamlı inkişafa indiyəcən heç iş görməyibdir. Çün ana dilini qəbul eləmir ki, ana dilində gedib bu qələm də götürməsin, təxtə siyah da yazmasın, kağız da verməsin, bəli bunlara tozih verə bilər ki, bu nədir və siz nə etməlisiniz? Suyu necə işlədin bundan sonra? Bunlar hamısı bir məsələdir ki, biz buna dayanırıq, bunu qabağa aparırıq. Ondan sonra mən burada deyəcəyim ki, ana dili təhsili siyasi deyil, bu insan hüquqlarıdır, bir dənə haqdır. Mən deyirəm bir dənə haqdır. Mənə yazıblar ki, heç yanda bu haqq deyil, hancaqdan gətiribsiz? Bəli, bir dənə haqdır, bu insan hüquqlarıdır. Maddə əvvəli Elamiyyə Cani Hüquq Bəşərin 1-ci maddəsidir. Bu misaq-ı beynəlmiləli hüquq iqtisadi ictimai fərhəngin zadındadır, maddələrindədir. Ondan sonra bu tamam tövsiyələr ki, eləyiblər, tövsiyə, layihə, islah, ondan sonra Avropanın hüquq bəşəri dəfələr buna bəyanat veribdi bunun rabitəsində. Mən indi burada yazsam ya o zat komiteye ki mübarizə aparır irqçılıqla və nəcatpərəst irqçılıqla və ayrı seçkinliklə onun maddələrindədir. Yəni hər indi biz istəyək az təriqi Sazman Milal biz bu məsələni dalısını tutaq aparaq. Bu tamam orada hər zat hazırdır ki, biz zor vuraq, zor eləyək, ana dilində təhsili rəsmiyyətə tanısınlar. Və bu bizim bir də güzarişgərlərlə ki danışırdıq, güzarişgərlərin vici ilə ki danışırdıq və əxirən də bir zadla güzarişgər vici Sazman Miləllə xüsusi güzarişgərlə ki zadımız müsahibəmiz var idi. O müsahibədə o bizə çox gözəl dedi. Dedi Azərbaycanlılar gərək fişar gətirsin
bitirələr sazman imilələr ana dillərində təhsil etməkdən ötür. Ondan ötür ki, oracan ki biz, yəni bizim güzarışlarımız bunu göstərib onlara. Oracan ki biz mütəvəccih olmuşuq. İranda tamam millətlərin problemləri var, vəli Azərbaycanlıların əsas istəkləri ana dilində təhsil etməkdir. O cəhətdən onu hesablayanda onlar da mütəvəccihdir. Bu bizim istəyimizdir. Cavid Rəhman hər dəfə yazanda yazıb Azərbaycanlıların bir dənə istəklərinin, mühüm istəkləri ana dilində təhsil eləyə bilmirlər. Ki, Cümhur İslamı bunu keçən dəfə cavab vermişdi ki, mənim güzarışımın qabağında belə bir cavab vermişdi ki, yox, bu iştibahdır və Cavid Rəhman da güzarışında yazmış ki, Cümhur İslamı mənə belə cavab verdi. Danışqahlarda tədris edirlər. Danışqahlarda tədris edirlər, bir də vahiddir götürürlər. Bu tədris ana dilində təhsil eləməkdir ki, ya zadında bu əqəliyyətə milli zəbani güzarışları onu güzarış eləmişdi və keçən il zatda Şura Hüquq Bəşərdə ələnən elan elədi ki, İranda bir seri zatlar öz ana dillərində təhsil etmək istəyirlər və Cümhur İslamı bu haqqı bunlardan alıbdır. Bunlar bu hamısı, bu danışmalar, bu yazmalar, bu yəni deməklər mucib olur ki, bizim orada yəni yerin açırıq. Hədəfimiz yeri aşmaqdır ki, gələcəkdə eləyə bilək bunu ciddiyyətlə rəsmi olmağa qoyaq. Amma Cümhur İslamının mən dəfələr bunu da söhbətlərimdə demişəm sazman illərdə. Əsli 15-i biz yapışdıq. İllər boyu biz o əsli 15-i. Mənim güzarışlarım hamısı danabadan qalır, danışmalarım da qalır. Xahiş elədik əsli 15-i icra eləyin, əsli 19-u icra eləyin, 30-u icra eləyin. 30 ana dilində yox, əsən təhsil məcani. Bax, heç birin bunları əncam vermədi. Əsl 15-i, hətta biz hazır idik ki, əsl 15-i, yəni farsının yanında türkü dili də uşaqlara öyrədilsin. Bəli, bunların heç birini icra eləməyəndə də ora gəlir ki, bu əslilərə biz də təvəccüh eləmirik. Da indi demirik əsli 15-i Cümhur İslamı icra eləsin. Ehtiyacımız yoxdur, çünki eləmədi. 45 il üstündən keçibdi, 45 il eləməyibdi. İndi biz deyirik, rəsmiyyət gərək tapa, ana dilinin təhsili bu məmləkətdə rəsmiyyət tapmalıdır. İndi biz şüarımızı əvəz eləmişik və bu onun Cümhur İslamının təqsiridir ki, da biz əsli 15-i istəmirik, ana dilində təhsil istəyirik. Zaten davamlı inkişaf sənədi 20-30-da ana dilində tədrisin istəyirik, gəlib gedələr tozih verələr, sənəd əslən nədir və bu nə qədər qaldı? 6 il qaldı bundan və hər dövlət ki bunu icra eləməyə atılır eşiyə. Zaten o rədədən atılır eşiyə. Çünki əncam verməyibdi və onun da mənafiyindən istifadə eləyə bilməyəcək. Çünki bunlara bir seri büdcə verəcəklər, bir seri şeyləri əncam verməyə. Orada hər məmləkətə büdcə hesablanacaq ki, ondan ötürü ki, bu sənəd orada işləsin. Necə? Bunlar köməklik eləyəcəklər ki, o əncam tapsın bir seri islahat. Dən nəticə Cümhur İslamı ondan qorxur, bu mübarizə və bir savadını qoyubdu, ondan qorxur ki, ona çatsın, bəli, çatmaz. Çünki biz deyirik ki, orada bu məsələ qabağa getməyibdi. Cümhur İslamı görüb ki, 96% Azərbaycanda basavaddılar. Bəli, basavad mən bilmirəm hangi dərsətdə bunu hesablayıb, nə hesablayıb. O amar ki, bizim əlimizdədir, kətlərdə. Deyirəm də, keçən dəfə biz bir dənə amar verdik ki, Ərdəbildə nə qədər uşaq mərsidən qaçıb ki, mədrəsəyə getməyibdi, besavad qalıblar. Bu qədər xiyabanda uşaqlar satırlar, gül satırlar, ondan sonra siqar satırlar. Gedin Tehranın zatlarına baxın. Tamam o mühacirlərdir ki, milli zatlardan, əqəliyyət millidən gediblər, çatıblar ora. Hər halda bunlar bir şeylərdir ki, biz görürük və ana dili çox mühümdür ki, biz ana dilində təhsil aparaq uşaqlarımız. İndi biz tamamən mübarizə edirik gələcəkdə ki, bu uşaqlar bizə tay olmasınlar.
Bunu yadımızdan çıxartmayacağıq və bir dənə əsrlərdən ki vardı. Biz hamımız olmalıyıq. Bu ki o məcami beynəlmiləllidən biz bunları istəməliyik. Onlarda biz girib çıxmalıyıq. Biz harda eləyə bilsək bu məsələni onun üçüncü qabağa aparaq gərək hamımız bir olaq və hamımız bu mövzuda mübarizə aparaq. Təşəkkür edirəm Sina bəy, sizdən də çox təşəkkür edirəm ki, vaxtınızı mənə verdiniz. Sağ olasınız, təşəkkür edirəm, var olun. Çox məmnunam xanım İjalə Təbrizi, gözəl söhbətləriniz və mən bütün Azərbaycan millətindən də içəridə eşikdə olan insanlardan sizdən doğrudan təşəkkür edirəm ki, bu qədər fəaliyyətiniz vardı və millətimizi orada təmsil edirsiniz. Sağ olasınız. Sina Yusufu buyurun, sizə iştah əziz dostum. Buyurun. Çox sağ olasınız Eliyar bəy. Təşəkkür edirəm sizdən və Çimiyə xanımdan ki, bu otağı müdiriyyət ediblər və bu bərnaməni qurublar. Jalə xanımdan da təşəkkür edirəm. Çox dəyərli itilat verdilər bu fəaliyyətlərinə görə ki, Sazman Miləldə əncam tapdı. Çox önəmlidir və biz bilirik ki, bizim içəridəki fəaliyyətlərimiz beynəlmiləli sahəyə getməyə lazımdır ki, hüquq bəşəri cəryanlarımız, nəhəddarımız bu səsi çatdırırlar Sazman Miləldə və bu işi də Zəhmətin Jalə xanımcılı onların məcmuələri və o biri hüquq bəşəri demək olar fəallarımız əncam verirlər. Mən icazə istəyirəm ki, hüquqi baxam bu qəziyyəyə, yəni demək olar elə bizim xastəmizin, yəni demək olar istəyimizin təməli də hüquqidir. Yəni əslən payı Azərbaycanın milli hərəkətin payəsi də hüquqidir demək olar. Və xastaları da, istəkləri də hüquqi əsası vardı. Ki biri ana dilində təhsil eləməkdir. Yəni ana dilini öyrəşmək yox, ana dilində təhsil eləməkdir. Biz əgər İranın öz qanunlarına baxaq, qanun əsasıya baxaq, əsli 15-ə görə çox danışılıbdır. Hərçənd təhlil çox az olubdur ona görə, bəli bizim məcamimizdə, bizim vərzişgahlarımızda, bizim yəni danışgahlarda qurulan məclislərdə ana dilin gününə görə qurulan məclislərdə həmişə bu əslə görə danışılıbdır. Bəli, bu əsl çox az təhlil olunubdur. Əlbəttə bu əslin özü təbliğ təbizdir. Yəni bu əsli biz oxusaq, özü təbizamiz bir əslidir. Bəli, Cumhur İslamın qanun əsasında gəlibdir. Əlbəttə o bir əslilərlə də təarruzdadır, yəni demək olar. Yəni Cumhur İslamın öz qəvanini ilə, qanun əsasisi ilə də təarruzdadır. Əsli 15-in demək olar istəyibdir zəbani rəsmini desin və orada da bir bələcə eləyiblər, yəni o qeydir o müzakirati ki məclisin به قول qanun əsası qurulan zamanı, yəni qanun əsası təsvib olan zamanı o fişarları ki əncam tapıbdır o biri millətlər tərəfindən o qismət varid olub ki, əsl 15 deyiri زبان و خط رسمی و مشترک مردم ایران فارسی است. اسناد و مکاتبات و متون رسمی و کتب درسی باید با این زبان باشد. Bu əsl 15-in ki biz istəyirik icra olsun əvvəl qismətidir. İkinci qisməti də deyir ki, vəli istifadə az زبانهای محلی و قومی در مطبوعات و رسانه‌های گروهی و تدریس ادبیات آنها در مدارس در کنار زبان فارسی آزاد است. چه حالا biz buna görə deyirəm, bu əslə görə çox به قول həzinələr vermişik, millətimiz zindana gediblər. Hərçənd bu əsdə 45 ildir icra olmayıbdır. Əvvəl qisməti ki, bəhsimiz yoxdur üstündə, əlbəttə bəhs çox var da, bəli, çün mövzu ayrı bir mövzudur. Əvvəl qismətində mən bu mövridə ərz edeyim ki, صرفاً deyibdir ki, əsnad və mukatibat və mutun rəsmi. Yəni burada kitabətdən sirfən danışıbdır.
ki farsi gərək ola əsl 15 deyibdi. Kitabətdən danışıbdı. Bizim gahən görürsüz danışqahlarımızda ustadlar məsələn Təbrizdə ya Türk mənatiqdə ustadlar deyirlər bizim rəsmi dilimiz farsidir, gərək farsi danışasınız ki bu əslən o söz düz olmur. Yəni fəqət müxatibatda rəsmi dildir. Danışıqda heç vaxt ceyləyənməzlər. Bu rəsmiyyəti yoxdur danışıqda, şəfahidə. Necə ki biz dadgahlarımızda məcbur dəyirik Təbrizdə farsi danışıq. Əgər rəsmi şəfahidə də rəsmi olsaydı biz məcbur idik məsələn 118-ə zəh vuranda məsələn farsi danışaq ya dadgahda farsi dif eləyək. Fəqət yazmaqda farsiyə rəsmiyyət verib. Bundan çox bundan bərdاشت olunmayıb və xudsansuriyə duçar olmayaq ki, eləyə bildik bu əslə də istinad edib danışqahlarımızda ya o biri cələsat-ı rəsmidə ki, öz dilimizə istəyirik danışaq qoymurlar, ona istinad edək. Bu qismətdən sonra biz bəhsimiz əsl 15-də tədris ədəbiyyat mövzusudur ki, hala fars təhlilçiləri deyirlər ki, burada sirfən tədris ədəbiyyatı icazə verilibdir ki, fars dilinin yanında azaddır mədrəsələrdə. Hala onlardan gərək soruşaq ki, bir dilin ədəbiyyatını öyrəşməyə aya lazım deyir ki, bu dilin əlifbasını öyrəşə biri, bu dilin yazmağını öyrəşə, bu dili əslən öyrəşə. Yəni bir haqqı verilibdir ki, onun müqəddəməsini icazə verməyibdir qanun. Yəni nə cür ola bilər? Bizim bir hüquqi, bir fiqhi bir əslimiz vardır ki, deyir izn der şey, izn der ləvazim anəs. Yəni bir işə izni verilibdir, o işin ləvaziminə də izni verilibdir. Yəni əgər tədris ədəbiyyata izni verilibdir, əgər bu həddədir tədris ədəbiyyatdır, ləvazimi ki, onun dili öyrəşməkdir, ona da izin verilibdir və hüquqi misalı budur ki, məsələn, dövlətə icazə verilib ki, məsarif-i daruyi məsarifə tiryaq tövlid eləsin. Xo'p, hala bunun müqəddəməsi odur ki, getsinlər xəşxaş əhsinlər ta tiryaq tövlid eləsinlər da. Yəni dövlətə icazə verilib ki, tiryaq tövlid eləsin. Onun müqəddəməsi odur ki, bu on gülün əhsinlər. Yəni biməni ola bilər ki, bu icazə verələr, vəli onun müqəddəməsinə izni verməyələr. İkinci bəhsi bunun hala bu mövriddə çox bəhs olmuşdu. Hətta məclis nümayəndələrinə də o cəryanat-ı İran şəhri namə yazmışdılar. Çox fişar var idi məclis nümayəndələrinin üstündə ki, bu əsli icra olsun. Namə yazmışlar. Mən özüm o naməni gördüm ki, bu mövridə işarə eləmişlər ki, tədris ədəbiyyatdır, ədəbiyyat həddindədir. Hələ bu həddə icra olunmur. Bir bəhsi də azadəst kəlməsi idi ki, deyirdilər ki, çün azadəst demək olar ilzam icad eləmir ki, biz deyə bilirik ki, bizim qanun əsasımızda o mühümtərin məsail, əsl azadi bəyandır, çox mühüm məsələlər, nəşriyyatda əsl azadi bəyandır, çox mühüm məsələlər azadəst kəlməsi ilə muridi haqq yəni vaqe olublar və biz eləyə bilirik bu əslin müzakirətına, əvvəliyyə müzakirətına ki, Şəhrivərin 28 Şəhrivər 1358-də məclisdə qurulanda bu əsl, yəni təsvib olanda danışılıbdır və orada da təkid olunubdur. Yəni Moğlavi Əbdüləziz sual soruşub ki, bu əsli ki biz qoymuşuq, gərək buna kitab da çap eləyək, gərək müəllim də buna təhiyyə eləyək ki, Behişti ki, naib rəis məclisi idi. Orada deyibdir ki, bəli, bu əsli bu azadəstin mənisi budur. Hala müzakirətdə ki, səbt olubdur məclisin demək olar müzakirətində, qalır məclisin saytında da vardı, qabiliyyət əsrəsi deyə bilirik. Vardılar. Bu əsli ki, demək olar bir yarımçılıq əslidir və orada demək olar bir yarımçılıq bizə haqq qail olublar. Onu da təfsir binəf eləyirlər və icazə verməyiblər indiyəcən. Yəni 45 ildir icazə verməyiblər o əsli də icra olsun. Hərçənd dedim bu əslin özü müxalif
demək olar o birisi əslilərdir ki, təb'izi demək olar təbliğ eləyir burada bu əsl. Əsli 19 qanun əsası ki, Jalə xanım da işarə elədilər. دیری که مردم ایران از هر قوم و قبیله‌ای که باشند از حقوق مساوی برخوردارند و رنگ، نژاد، زبان و مانند اینها سبب امtiyaz نخواهد بود. Bu əsl buna təkid eləyir. Yəni deyirik ki, dil baisi imtiyaz olmaz. Bəli, burada biz kamilən görürük əsl 15-də bir dənə dil baisi imtiyaz olub. Bir demək olar quruh zəbaniyə bir imtiyaz veriblər və o bir zəbani quruhlara bu imtiyazı qail olmayıblar və bu özü təbizə baisi olubdur ki, biz şahidik. İkinci əsl ki, ondan müxalifdir demək olar əsl 15. اصل 20 که همه افراد ملت در حمایت قانون قرار دارن، از همه حقوق انسانی، سیاسی، اقتصادی، اجتماعی، فرهنگی برخوردارند. Bu اصل 20'də gəlibdir bu. Bundan da müxalifdir ki, deyirəm bir dənə haqqı tanıyıbdır fəqət bir qismət az cəmiyyətə və bunun özü böyük bir dənə imtiyazdır ki, veriblər bir qismət cəmiyyətə. Bənd 9 əsli 3-lə müxalifdir ki, rəf təbiz deyir dövlətin vəzifəsidir. Ondan kamilən mütəzaddır. Çون təbiz vardı burada bu qismətdə. Bənd 6 əsli 3-lə mən bunları ərz edirəm, istəyirəm Cumhuriyet İslami'nin öz qanununda bu yəni bu təbizlər vardı. Bunlar çox bizə mühümdür. Çون Məcami Beynəlmiləllidə biz istəyirik danışaq. Jalə xanımcıl bunu yaxşı bilirlər. Məcami Beynəlmiləllidə istəyirik danışaq. Gərək o İranın içəridəki qanunların əvvəl onlara tozih verək ki, bu haqq əslən İranın içəri qanununda bizə icad olubdur. بدون توجه به بویی که اسناد بین المللیه baxaq. حالا اسناد بین المللیdə ki çox به قول واضح və aşkar bu mورد təkid olubdur. Bəndə 6 əsli 3 qanun əsası ki inhisar tələbini dövlətin vəzaifindən bilib ki inhisar tələbini məhv eləsinlər ki burada kamilən əsl 15'də biz inhisar tələbi görürük. حالا bu əsl اسناد بین المللی حقوق بشرlə də kamilən متضاد تناقض vardı. اعلامیه جهانی حقوق بشرlə تناقض var, میثاقینlə تناقض var. Konvansiyon hüquq kudəklə ki bunların hamısına İran qatılıbdır. Yəni o əsnad beynəlmiləllidir ki İran bunu təyid edib imzalayıbdır. Yəni mütəhhid icra eləsin. Konvansiyon hüquq kudəklə که اون دا کاملا آموزش به زبان مادری رسمیت tanınıbdır. مخالفdir. کنوانسیون رفع کلیه اشکال تبعیض çox mühim bir konvansiyondur. Biz kamilən ona istinad eləyə bilirik. Ondan به قول demək olar təzaddadır. Bu konvansiyon 1965-də təsvib olubdur və İranda 1968'də bunu imzalayıb və Məclis-i Millidə o zaman təyid eləyibdir ki, yəni mütəhhiddir bunu icra eləsin. Bir dənə də konvansiyon mübarizə با təb'iz در امر آموزش varımızdır ki, bunun üçüncü əslində آموزش به زبان مادری təkid olubdur. آموزش به زبان مادری, yəni آموزش زبان مادری yox. Ki bu da çox mühüm konvansiyonlardandır. Cüz o konvansiyonlardandır ki demək olar beynəlmiləlli qanunlar, ümumi beynəlmiləlli qanunlar onun içərisindədir və bunun 9-cu əslində haqqı şərti məmnu eləyib. Haqqı şərt bir haqqıdır ki, bir keşvər istəyir qatıla bir müahidiyə, bir qərardad beynəlmiləlliyə gəlir. Məsələn, onun 30 dana maddəsi olsa, eləyə bilir ki, məsələn, onun bir dana maddəsini deyir, mən bir danasını qəbulum dəyir, bəli, bəqiyyəsinə qatılıram. İran da məmulən bəzi əhdnamələrə varid olanda məmulən o cür bir haqqı şərtidən istifadə edir, rezervasyon deyirlər. Və varid olur, bəzi əslilərini qəbul eləmir. Bu konvansiyon cüz o konvansiyonlardır ki, yəni haqqı şərt onda məmnudur və İran eləyənməyib ki, bu
haqq şərtdən istifadə eləsin və bunu da təsvib edib və məcburdur ki, bu konvansiyonu da icra eləsin. Əslən کلا بحث تبعیض که biz اشکال تبعیض حالا کنوانسیون رفع کلی اشکال تبعیض نژادیdən bəhs edirik. Tərifində yəni təb'izi bu cür tərifləyib ki, dil moridin, qovmiyyət moridində gətirib. Yəni təb'iz dildə bir dili o biri dillərə bərtəri vermək və onu qoymayasan آموزش görələr bir camiədə təb'iz hesab olur və کمیته رفع تبعیض də eləmək olar bu mورد məsələni mətrəh edək. Bəli, mütəəssifانه bizim beynəlmiləli sazkarlarımız برخلاف بویی که biz حالا deyirik سازمان ملل متحد که برخلاف عادی سازمان ملل در سازمان دول متحد cəhdiyək dövlətlər qrupdur bu sazmanı və orada çox millətlərə yəni o icazəni verməyiblər ki, dadxah eləsinlər, yəni bu məsələləri beynəlmiləli dadgahlara aparsınlar. Bu konvansiyon rəf təb'iz nژادیdə də bu haqq verilməyibdir əfrada ki, eləyə bilsinlər bunu müstəqim aparsınlar beynəlmiləli dadgaha və orada bir şərt vardır ki, gərək İran əgər məsələn İrana görə biz istəyirik آموزش به زبان مادرین که تبعیض ناشی از آموزش به زبان مادرین aparaq beynəlmiləli dadgahlara gərək İran bu elamiyəni qəbul eləyə. Yəni biz bu mورد mətrəh eləyək, bu mətrəh olmağını İran qəbul eləyə və bu icazə yoxdur beynəlmiləli yerlərdə mətrəh olunsun. Əlbəttə bu ünvanı ki isə dadxahi, yəni dadgah olsun İran. Hala Sazman Miləlin Şurayı Hüquq Bəşərində mətrəh olur və bəyaniyələr verilir o موردdə. Vəli bu iki dadgah eləyək, bu icazə verilmir. Əlbəttə mühit zist məsələsinə görə bəzi işlər görülübdür. Mühit zist məsələsini eləyə bilirik, çün cinayət əleyhi bəşəriyyət qalibində mətrəh olur və biz Urmu gölünə görə bəzi işlər انجام vermişik ki, eləyə bilək bu mورد beynəlmiləli dadgaha aparaq əfrad təvəssütü ilə, çün biz Azərbaycan Milli Hərəkatı fərdilərdir demək olar və bunu mətrəh eləyək orada. Mən elə bir uzun oldu danışığım. İcazə versəz burada qət edeyim, hala idamədə yenə də xidmətinizdə olum. Çox təşəkkür edirəm. Mən bir daha salamlayıram tamam əzizlər ki, otaqdadılar. Bir eləyə bilər. Otağımız təqribən demək olar ki, yəni çünki saat 10 bir vaxtı Avropa vaxtı ilə biz gələ otağı bağlayaq. Çünki bir ayrı otaq açacağıq elə həm zamanı bu. Zərurətən mən çox üzr istəyirəm böyüklərimizdən. Əzin ki, axır doğru otağımızda əlbəttə Ay Yusuf Murtəzayını eşidəcəyik. Sonra böyüklərimizdən bir tənzim eləyək zamanı ki, biz gələk rəs saatdə çünki bir dənə poster vurmuşuq. O təbiətən oranın qonağı vardı. Otağı gələk o yandan aça bilək. Ay Yusuf Murtəzay sizi də eşidək, sonra ay götür bağbanı. Məmnun olacağım ki, bir müdiriyyəti zaman eləyək ki, biz rəs saatdə 20 dəqiqə, yəni bizim təqribən 40 dəqiqə zamanımız qalıbdı otaqdan. Buyurun Ay Murtəzay. Salam ərz edirəm əziz ustadlara, istəyicilərdə və əziz qonaqlar ki, otaqdadılar. Bu günü də təbrik ərz edirəm xidmətinizə. Vaxtın azlığına görə mən bir dənə bu nəzarət var idi. Onu deyim, ondan sonra tikə-tikə bir seyir zatlar ki, dostlar dedilər. Onlara da bir balaca bir mouridləri işarə edeyim. Əgər Fərhəngistan qoyulmur, icazə vermirlər Fərhəngistan qoyulsun, ya mütəqabilən niyə gərək Fərhəngistan tamam dillərə bir məntəqədə dair olunur? Ya bu cür deyək, niyə dünya به دنبال زبان مادریdir? Niyə deyir ki, gərək tamam dillər, əsən madəri yox. Niyə qabağını alırlar ki, məsələn deyirlər ki, tamam dillər gərək qala. Bu به خاطر bu deyil ki, fəqət ya fərhəngi bir lütfüdür, əncam tapır. به خاطر ki, biz bir dənə ekosistemdən danışırıq burada. Vəqti təbiətdə siz bir zadı. Çünki zəban bir amili təbiidir. Yəni bir dənə mikroorqanizmləri var. Özü bir dənə orqanizmidir. Vəqti siz bunu bir dənə mühitdə gəlirsiniz, Urmu gölün qururdusunuz. Ya gedirsiniz bir dənə ayrı yerdə məsələn bir dənə heyvanın o
zis bumun aradan aparırsınız, puldan əl aparırsınız o ekosistem. İndi əgər biz görürük ki, farsı dili özü müşküllə müalicə olub ki, fəqət zorla, təzriqlə, bəsəndəgi ilə, onunla bununla özünü ayaq üstə saxlayır. Be xatir budur ki, o təfəkkür bu ki, bu dili hifz eləsinlər, bahis olub ki, ekosistemi vurub bir-birinə. Yəni əgər dünyada dillər gərək hifz oluna, be xatirin ki, bu dil mərzləri bizlər çəmişik, siyasi bir mərzlərdir. Cəngidovundan bu yana hamı çox yaranlıqdır. ولی dilin sabıqəsini gedəndə məfhum insanla ki, vaxt deyirik insan bir dənə mövcud natiqdir, pəs bunun sabıqəsi çox-çox qabağa yetişir. Ona xatir bu mərzlərə xatir deyil. Hər dil özünə görə bir ekosistemi var. Vaxtı ki biz gəlirik Farsi dilin ki, Türkçe dilinin yanındadır, Ərəb dilinin yanındadır, Bəlus dilinin yanındadır, Kürd dilinin yanındadır, ayrı dillərin yanındadır. Bir lüğət verəcək, lüğət alacaq, bir irtibat ekosistemisi vardı. Gətirir bir dənə sistemi siyasi. Bu ekosistemi xarabdır. Təsiratın əvvəldə gətirəcəkdir, mənfisin öz dilində görəcək. Niyə? Baxın, özü öz ekosistemini vurub bir-birinə. İndi o ki, əgər Farsi dil istəsə rüşd eləyə, bir yollarından biri budur ki, Fərhəngistanı zabanı ərəbisi olur, nə Fərhəngistanı zabanı Quranısı. Fərhəngistanı zabanı ərəbisi olur, Fərhəngistanı zabanı türküsü olur. Bu Fərhəngistanları icad eləməklə özü eləyə bilir ekosistemin hifz eləsin. Ona xatir dünya bu səmtə bu gedir ki, heç dil aradan getməsin. Çünki öz dilinin bəqası bəxşi az o ekosistem. Bu bir موردdir ki, mən istədim ərz edeyim. Vaxtı ki biz haləti təbiini vururuq bir-birinə siyasi ləhazdan, o haləti təbiini bir-birinə vurmaqdan əvvəlin yerdə təsir qoyacaq elə həman o öz dilimiz ki, məsələn indi İranda məsələn farsıdır, bir məqdərdə Fransada bu işi görübdür. Təsiratını biz eləyə bildik və mənfisin öz dilimizdə bunları ehsas eləyək görürük. Amma bir iki dənə mövrid bir söhbət olundu ki, belə söhbət olundu ki, dil amil insicami ictimaidir. Yəni o adam ki tərifləyir insicam millidir, insicam ictimaidir. İnsicami düz sözdür də kamilən. Çünki bu bahis social grooming olur da, həm timarı olar. Amma Azərbaycanda bu dil ki amili ki bahis در واقع social grooming olur türkçüdür. Məsələn, bir bəxşi az məmləkətdə ərəbi dildir, bir bəxşi az məmləkətdə kürdi dildir. Ona xatir o ki onu tərifləyib, bilib nə tərifləyib. Bəli, o ki əbzarı siyasıdan bu təriflər götürür, gətirir bunu aparır ki, məfhumi az ictimai bir dənə camiə milli ki tərif olunubdur, ayrı dövlətlərin qabağında. Ondan tərifləyir, onda deyir ki, bəli, bu zəban farsi eləyə bilər amilin. Baxın ki, əməldə o sosial grooming Təbrizdə əgər dil bahisi budur, o türkçü dil bahisi budur. Ona xatir siz gətirsəz, burada da gəlirsiniz bu mühitin در واقع ekosistemin aradan aparsın. Bir dənə də mورد mən bu məsələyi təfavütü ki biz آموزش به زبان مادری ilə آموزش زبان مادری niyə bu təkid olunur? Yuxarı hədlərdə, hüquqi həddə, yəni mənzur az nəzər bu ki fəramilli təriflənir. Yuxarı həddə deyəndə bu məfhumdur. Be xatir bu ki sistemi آموزش mütəvəccih budur ki, siz vaqti ki danışırsınız آموزش به زبان مادرdən, siz آموزشdən danışırsınız. آموزش گیرندənin adı در واقع سواد آموز و دانش آموزdur. ولی وقتی siz آموزش زبان مادرdən danışırsınız, siz bir زبان آموزdan danışırsınız. سواد آموزdan danışmırsınız. Ona xatir desələr Təbrizdə məsələn bir adam gəlib dərs oxuyubdu, amar verirlər məsələn 90% o bu elə adın yazır və ibtidai. Bunlar az nəzəri əməli, bunlar hamısı زبان آموزlar və سواد آموزlardır. Bu da əslən məqulə از تعریف مفهوم bu ki bunlar آموزش görüblər به عنوان سواد آموز. حالا بماند ki تعریف سواد indi illər boyu təğyir tapıb. Elə bu həmin bu məfhumu xandan nivişdəsində ki 50 il bundan qabaq tərif edir, yenə də şamil bunlar olur. Çünki bunlar əmələn danış آموزlardır. Bunlar hamısı سواد آموزlar. Bir mورد در مورد o bənd
dördü xanım Lütüb təşəkkür edirəm, çox qəşəng yetirdilər. Orada iki dənə kəlmə, bir equal var, bir dənə də opportunities var. Və bunun qabağında bir dənə everyone var. Yəni bu deyir ki, gərək fürsətهای müsavi verilənə və hamı bərabər ola və bu bərabərini everyone-a yazıb. Bunu برای هر فرد yazıb. برای هر کشور، برای هر زبان və برای hər millət yazmayıbdı. Yəni o qədər dəqiq yazılıb ki, onun üstündə bir miqdar da biz eləyə bilsək, çox dər işləyək. Eləyə bilirik bu mövriddə şayet hukuki bir yere de da bu diqqəti ki o bissidə yazılmışdı, o diqqəti də eləyə bilək biz öz məvaridimizdə deyək. Mən bu cür cəmbəndlik edeyim. Hər bir dil özünə xatir bir ekosistemi var. Biz gərək bu ekosistemin bir-birinə vurmayaq. Təbii bir ekosistemdir. Təbii vursaq zərərini özümüz görürük. Eləyə bilməz bu dilin içərisində görürsə. İndi ərəbini biz hüquqdan çıxartsaq eşiyə, əslən məfhumi qalmayıbdı aradan gəlir. Niyə tövrid olmayıbdı? Niyə eləyə bilməmişik? Biz fizik, şimi, fəlsəfə farsının içərisində tövrid edirik. Çox çətinliklə bir dənə məsələn eləyə bilirik, bir dənə məsələn kəlməyi düzəldək ki, şayət məfhumunu da yetirir. İllətlərindən biri budur ki, o mühitin vurmuşuq bir-birinə. Bu bir amil. İkinci mövrid ki, mən işaret elədim təfavüt zabanımızı در واقع دانش آموز زبان آموزی bir موردdə در مورد bu insicam mən ərz elədim ki, insicamdan biz danışanda bu insicam ictimaidir və əgər zəban baisi insicam ictimai, yəni sosial qrumingi orada icad edilir, oranın gərək dilin məddi nəzər alır. Heç vaxt zəbani milli və zəbani vasit beyin bu sosiallar در حد insicam o deyillər. Buna diqqət. Bir dənə mövrid bəndi 4-da əlavə bər keyfiyyət amuzişdən danışır. Bəndi 4 document BC mühümtərin zətdən ki, işarə edilməsinə bərabəri fürsətlərdədir, icad olunsun və təsavvur. Və bunu برای hər fərd yazır. Mən təşəkkür edirəm, vaxt verdiniz. Mən daha 2000-ci qismətə icazə versəz gedim aşağıya ki, çox da əsaslı vaxtım tutmayım, istifadə edim. Məmnunam vaxt verdiniz. Çox təşəkkür edirəm. Bir daha mən əlbəttə cənab Moridini aşağıda görürəm. Əlbəttə bizim stagedə olanlarımızdan idilər. Dəvət yollamışam. Çünki cələsələri var idi. Jalə xanım kimi o da axır otaqda bizə qatışıbdı. Biz otağımız yarım saatdan çox qalmayıbdı. Mən bir zəhmətim var ziyalılarımıza ki, stagedədirlər. Yarım saata bir cəmbəndi eləyək. Vəli nə mənə cəmbəndi eləyək? Mən belə fikirləşirəm ki, tamam bu məvaridi biz dedik. Bəli, bir rahkar əməli ki, əlbəttə Rəhim bəy bəzi zatlara işarə elədilər. Mən Dəryaçənin məsələsində gördüm Rəhim bəy bunu şumarəbəndi ilə rahkarları bir-bir demişdi ki, biləxərə bunların üstündə təmərküz edib. Ziyalılarımız Cənab Raşidi bunun o pişinəsində də hardan başlandılar, 2004-dən söhbət elədilər. Vəlicən behtərin məsələ budur ki, 5 dəqiqəlik ziyalılarımız ki, Rədiflə ay dötür bağbandan eşidəcəyik, sonra Rəhim bəy Ağbayraqdan, Cənab Ay Raşididən və Sina bəydən, Dicalə xanımla, Ay Yusifi də ki, bilmirəm Ay Yusif Murtəzayın söhbətləri olacaq ya yox. Vəli bir rakar əməli ki, biz eləyə bilək, əncam verək. Bu otaqla bizim otağımız ana dilində bitməyəcəkdir. Fərqli taytellərlə ustadlarımıza zəhmət verəcəyik, yenə açaq bu məsələni. Vəli otağımızı bu mövzuyla bağlayaq ki, əməli rahkar ki, bu zamanda, bu şərait ki, İranda mövcuddur və millətimizə olan tövsiyələrinizi bir zəhmət buyurun ta görək bir onu nə cür biz, onlar ki, sizin şagirdlərinizdirlər, nə cür əməli eləyə bilərlər, bir bəxşini, yəni o yükü ala bilərlər öhdələrini. Buyurun, ay götür Bağban Kərimə. Yenə də salam arz edirəm və yenə də bugün üçün ürək sevincimi siz sevimli dostlarla paylaşıram. Ancaq bu günləri Kimya xanım, mən ərz edim ki, səy edəcəm 5 dəqiqədən azda da mən sözlərimi qurtaram. Bu aynı hal ki, sözüm çoxdur. Amma dəqiqən çalışacağım ki, bugünkü təkliflərimiz nədir? Ana dilimizi diri saxlamaq üçün və bunu gəlişdirmək üçün. Mən burada 11 mövriddə yazmışam. Bunları səri çox
yeyin beləcə arz edəcəyəm. Əlbəttə bugünkü sevincim bir ayrı bir zətdə var. Bugün çərşənbədir. Yəni dünən bugün bizim gözəl gələnəklərimizdəndir. Biliriz bizim İsfənd ayında 4 dənə çərşənbəmiz olar, amma gahdan 5 dənə olar. Bu il onlardandır ki, o illərdəndir ki, bizim 5 dənə çərşənbəmiz var. Mən yəni o Bakı channeldə gördüm uşaqlar, dostlar, əzizlərim yazıblar ki, bugün yel çərşənbəsidir. Yox əzizim, bugün külə çərşənbədir. Külə çərşənbənin də məxsus gələnəkləri var və görələkləri var. Ancaq çün mövzudan uzaqdır, mən bu barədə danışmıram, fəqət istədim buna işarə etmiş olam. Bizim təkliflərimiz ancaq bugün nədir? Dilimizi qorumalıyıq. Dilimizi qorumaqdan ötürü düzgün və elmi surətdə öyrənməliyik. Düzgün yazmalıyıq. Düzdür, mədrəsəmiz yox. Ancaq burada olanlar hamısı belə necə deyim, akademik adamlardılar. Hər halda dilimizi öyrətmək üçün də çalışmalıyıq. Elə öz evimiz üçün, evimizin içindən başlayıb, öz uşaqlarımızla türkü danışmalıyıq. Dilimizə sahib çıxmalıyıq. Biliriz, biz tariximizi, ədəbiyyatımızı gərək bunlarla tanış olaq. Profesör Zehtabi demişkən, tarixini bilməyən bir milləti noxud kimi hər aşa tükərlər. Biz də tariximizi bilməliyik. 100 ildir bizim tariximizi təhrif ediblər. Qələt və yanlış bir tarixi mədrəsələrdə beynimizə soxublar. Bombaran edirlər 24 saat tamam. Düz. İndi biz ədəbiyyatımızı nə cür tanımalıyıq? Baxın, mən bunu istəyirəm ərz edəyəm ki, 200 il Rudəki, Dəqiqi, Firdovsi dünyaya gəlməmişdən öncə Azərbaycanda türkcə kitablar yazılıbdır. Bu deyil ki, Səlcuqlar türkünü buraya gətirmiş ola. Bu deyil ki, Muğullar bizi türk etmiş ola. Yox. Bəlkə, baxın, biz hətta bayaqda ərz elədim, 241 Hicri qəmərədə bizim 3-4 dənə kitabımız yazılıb. O illərdə, yəni 1200 il bundan qabaq. Qəznəvilərin dərbarında, hətta tarix ədəbiyyatı Farsiyədə oxusaz, dəqiq oxusaz, neçəsinə işarə olunub. Aytəkin, Hüseyn İlaqi, Katibi və neçə bizim şairimiz var. Və bunların 17-sinin divanı bugün əlimizdədir. Bu Qəznəvilər. Səlcuqlar dövründə Hüsaməddin İnancı. Bu bir tarix yazandır, bir müvərrəxdir. Onun əlbəttə kitabı Farsçaya tərcümə olub. Cəlib budur ki, Fars kitabında keçən 100 ilin ərzində tamam kitabxanalardan yığışdırıblar. Amma biz yine onun izlərini başqa kitablardan tapıb yığışdıra bilirik. Bunu geçəndən sonra baxın, Muğullar bizi türk etməyiblər. Məgər ola bilər ki, biri özü Muğul ola, gələ başqasını türk elə. Bunun əksinədir. Muğullar gəliblər İranda, yəni bu torpaqlarda ki, İran adədə yoxdur, bəlkə Elxanılar der vaqe ya Xarəzmşahlar yurdu idi, onların qələmroyu idi. Gəlirlər burada türkünü öyrənirlər. Baxın, Tarix-i Qozidə kitabının 843-cü səhifəsinə baxın. Orada yazır ki, İftixarəddin Məhəmməd Bəkri türkcə böyük alimdir. 2 də böyük də kitabı var ki, kitabları da Təbrizin Milli Kitabxanasında mövcuddur. 618-də, məzəsəmiz 619-da və 628-də bu kitabı yazıb. İndi nüsxələri də Təbrizin kitabxanasında mövcuddur. Cəlairlər dövründə yazılıb. Və burada deyir ki, Hulakuxan və Abaqaxan gəlirlər Ağay Bəkri Qəzvinidən istəyirlər ki, 2 şey bunun oğladını öyrəsin. Biri türkü dili və biri də məmləkəti dolandırma. Baxın, bəs bunlar, Muğullar da biliblər ki, burada yaşamaq üçün türk dilini öyrənməlidirlər. Bəs onlar gəliblər burada, mütəəssifanə Fars və qolu vətəndaşlarımız deyirlər ki, gəldilər, burada əhli oldular. Yox, belə deyil, Muğullar gəldilər, burada türk dilini öyrəndilər. Və böyük xidmətlər də başdan və tamam şəhərlərə öz qələmrolarında böyük xidmətlər etdilər. Bəs biz bu tariximizi bilməliyik. Əzizlərim, bizim ədəbiyyatımızda çox elmi kitablar var. Baxın, tibb, siyasət,
tarix, əkinçilik, heyvan bəsləmək və başqa elmlər haqqında gözəl kitablarımız var. Baxın, mən bunu deyirəm. Neçəsini mən ad apardım. Biz Xacə Əli Fəqih Təbrizimiz qəbri Əsbus kəndindədir. Sərdəyinin yaxınlığında. Üstündə də onun fortunu, yəni qəbir daşının üstündə fort tarixində qəşəng yazıb. 618. Ondan qabaq bizim Şeyx Nəsirəddin Məhmud Xoyumuz var. Bunun neçə gözəl kitabları var. Siyasət haqqında, Mədini Fazilə haqqında. O türkçə kitablardır. Hətta Xacə Nəsirəddin Tusi bunun kitablarından istifadə edib o Əxlaq-ı Nasiriyə tərcümə edib fars dilinə. O götürübdür. Yəni 50 il bizim şairdən sonradır, bizim bu alimdən sonradır. Və gözəl kitabları var. Pəs mən əgər ərz edirəm ki, bizə Fərhəngistan lazımdır. Bəli, dilimiz gərək rəsmiyyəti ola, yəni tamam idarələrdə, banklarda, hər yanda, dadgahlarda gərək dilimiz tamam yazılar, tamam formular türk dilində ola. Bu dilimizin rəsmi olmasını biz istəyirik. Dünya da bizimlədir. Amma qalmışıq da. Və bunu dərz edin. Pəs Fərhəngistanı zəbanı türkü bundan əlavə biliriz, dil canlı bir şeydir. Yəni gündə gəlişmədədir. Gözəl lüğətlər, taza lüğətlər yaranır. Zamanın gəlişməsi ilə bərabər, pəs buna bir nəzarət etmək istəyir. Bu qədər ədəbiyyat kitablarımız vardı tarixdə, hələ gizli qalıb, toz altında qalıb. Bunlara bir nəzarət eləyən bir nəfərin əlindən gəlməz. 10 dana nevisəndə 100 dana da olmaz. Bir dənə gərək belə düzənlənmiş bir akademik bir adamlar ola, bir yerdə toplanıb bunlara nəzarət eləyirlər. Ta elmi surətdə bu kitablar çıxar. Məni bağışlayın ki, çox yeyin danışıram. Hər halda ikinci vəzifəmiz, dostlarımız, budur ki, dilimizə sahib çıxmalıyıq. Yəni bu bizə bir vəzifədir. Yəni uşaqlarımızla türkü danışmaq gərəkdir. Mağazalarımıza, şirkətlərimizə türk ad qoyma gərəkdir. Gəlin öz dilimizi, şəhrimizi öz dilimizlə bəzəyək. Hər yanda, hər şəhərdə, İranın içində, hətta eşikdədir. Ana dilimizdən yararlanmalıyıq. 4-cü, dilimizi elmi səviyyədə öyrənməliyik və yazmağın da ha belə. Dilimizə dayaq durmalıyıq. 5-ci, dilimizi nə cür dəstəkləyə bilirik? Kitabları, türk kitabları alıb oxumaq. Əslən, türk kitab almaq bir təklifdir. Hər evdə bir kitabxana düzəltməliyik. Bu kitabxananı düzəltsək, bəllidir ki, kitabların satışı da çoxalacaq və yazarlarımızdan, şairlərimizdən himayə etmədir. Göz yoluna düşər. Əlbəttə bunu da deyim ki, keçən günlərdə doğrudan sevindirici bir halıdır ki, keçən günlərdə Azərbaycanın tamam şəhərlərində, Təbriz, Ərdəbil, Mişkinşəhər, tamam şəhərlərdə gördük ki, nə gözəl türkçə kitablar uşaqlar içində paylaşdılar, paylayırdılar. Və bunu biz bilək ki, bayram qabaqdadır. Bayrama hətmən türkçə kitab hər kimə bayramlıq verək. Bu bir hərəkətdir. Əlbəttə, mən bu ildən xəbərim yox. Amma keçən illəri 3200 cild fəqət bu müəssisəyə Azər Kitabı Turan türk kitabları paylaya bildi. İnşallah bu ildə yenə bu işi görəcəkdir. 6-cı vəzifəmiz budur ki, uşaqlarımıza tapşıraq. Baxın, uşaqlarımız, evimiz bir səngərdir. Bu səngəri möhkəm saxlamalıyıq. Uşaqlarımıza tapşırmalıyıq ki, mədrəsədə ana dillərindən yararlansınlar, başardıqları qədər. Müəllimlərdən istəyək türkcə danışsınlar. Bu da belə hər xanivadənin içində müəllim də var. Uşaqlarına və müəllimlərdən himayət edib türkü danışmağa. 7-ci, bir-birimizə dayaq durmalıyıq. Alimlərimizi, yazarlarımızı, şairlərimizi dəstəkləməliyik. Baxın, gəlib hey intiqadla, ay o belədir, irad qondarma bizə yaraşmaz. Biz gələk də alimlər, mütəəssifانه bizim öz içimizdə vardı. Böyük alimlərimizi, döktür heyətdən tutdu, döktür zeh. Bir də vardı ki, gəlirlər buna eyb qondarırlar, səfih sözlər danışırlar. Bunların ağzını bağlamalıyıq.
9-cu mənim nəzərimə ailə məntiqi danışıqları zorlandırıqdır. Baxın, evimiz dilimizə alınmaz bir qaladır. Doğrudan da bu bizim səngərimizdir. Bunu elə hifz edək, tamam famil içində türk danışmağı təşviq etməliyik. Uşaqlarla məxsusən, xanımlarla məxsusən türkçə danışmalıyıq. Hamıya aydınlaşdırmalıyıq ki, baba biz heç bir dillə düşmən deyilik və necə deyirlər, onları pisləmirik. Əslən belə bir zat deyil. Biz hətta fars dilini çox sevirik. Bizim babalarımız, analarımız, qabaqca, cəddabadımız bu dildə yaradıblar. Bəs biz bunu pisləmirik. Biz iftihar edirik ki, bizim ədəbiyyatımız hər üç dildə də olub. Ərəbcə, farsca və türkcə. Amma türk dili bunların hamısından zordur və bizim qanımızla girib canımıza. Fəqət öləndədir ki, canımızdan çıxacaqdır. 10-cu məsələ budur ki, dilimizin rəsmi olmaq üçün haraylamalıyıq. Uca səslə deməliyik ki, biz ana dilimizin rəsmi olmağını istəyirik. Və son sözüm 11-ci. Dostlar, oxumaq və oxumaq. Bu bizim əsas təkliflərimizdəndir və nəhayətdə qələm ələ alıb yazmaqdır. Biz hələ yazıçılarımızın sayısı çox azdır. Nə qədər kitablarımız var, bunları tərcümə etməliyik. Sağ olun dostlar, mən başınızı bundan artıq ağrıtmıram. Sizə hamınıza gözəl günlər, yaxşı saatlar arzulayıram. Sağ olun, hamımızın başınız uca olsun. Çox yaşayasınız, ay Döktür Bağbançərimi, ay Ağbayraq sizi eşidək. Mütəəssüfanə bizim üçün bir ayrı otağımız var, dəvət eləmişik. Məcburən otağı gələk açaq, lütfən bir cənbəndə Bəli. cən buyurun. Mən qısa arz edirəm. Fəqət o iki həm xanım Təbrizi, həm ay mühəndis Raşidi və həm ay Bağbancildə mən eşitdim. O da bir örnəkdir. Yəni bir dənə hədəf təlayı, qızıl bir hədəf tuturuq və o məsirdə gedirik. Strategimizi bu cür təyin edirik. Rəsmiyyət tapmağı türk dilinin bu qanun əsası yetərli şəkildə mənim həqlərimi tutmur. Yapışmayaq əsli 15-dən, əsli 19-dan. Hala bunu hüquqdarlar şayad istifadə eləyərlər məqtəyi texnik şəklində, amma be ünvan bir dənə əsas biz rəsmiyyət türk dilinin İranda bunun üstündə işləyək. Çox sağ olasınız. Çox yaşayasay Döktür, söhbətlərinizi bilirəm ki, sizin çox gözəl söhbətlərinizi biz gələ eşidək və mütməindən siz əməli halətdə mən hədəqəl uzaqdan sizi izləyirəm, çox olur. Cəsarətimi bağışlayın əzin ki, otağı bağlamağa mətrəh elədim. Lütfən əgər söhbətiniz var, təkmiliniz var, buyurun ay Döktür, sizi eşidə bilər ay Döktür Ağbayraq. Xahiş edirəm. Yox, mən çox söyürdüm ay mühəndis Raşidi, o birisi əzizlər söhbət edirlər. Şayad bir nöqtəni də burada izafələdəm, o da bu idi ki, 35 il bundan qabaq mən böyük qardaşımla gedərdik bağışlamalar, topa baxmağa. Onda əlbəttə bu cür traktorizat mod dəyirdi. Timə Müntəxəbi Təbriz məsələn Tehranə əlif ilə oynar. Biz Təbriz şirəni nə cür Azərbaycan yaşasına çevirmək bir müsibətdir ki, onu nəqlin deyəm. Sözüm budur ki, millət bizdən qabaq gedir. Yəni ziyalılardan, yazıçılardan qabaq gedir. Millət demir türk dilinə mədrəsə, آموزش زبان مادری Türk dilində mədrəsə, آموزش با زبان مادری. Türk dilində mədrəsə bu elə bizdən qabağa gedirlər və özü də gedəcək qabağa yolunu tapacaq. Gecəz xeyrə qalsın, sağ olun. Çox yaşayasınız, təşəkkür edirəm. Mühəndis Raşidi, buyurun sizi eşidək. Mücəddidən mən də salam arz edirəm bütün əzizlərimizə, böyüklərimizə, hörmətli ustadlara, mühəqqqiqlərimizə və bu günləri bu ana dili günündə çox gözəl sözlər, söhbətlər oldu və nəhayətən sonuc almaq üçün ki, vaxtımız da elə çox yoxdur. Son sözümüzü və nəticəmizi deməliyik. O da budur ki, bizim dilimiz bu məmləkətdə rəsmi olmalıdır. Yəni dilimizin aradan getməməsi və bir millətin hüviyyəti, varlığı onun dilinin
təhsil dili olmasıdır. Oradan keçir. Və bu təhsil dili olmaq üçün bizim dilimiz rəsmi olmalıdır. Yəni bu məmləkətdə bizim türk dilimiz rəsmi, ikinci rəsmi dil olmalıdır. Bəziləri deyirlər ki, rəsmi olmaz çünki məmləkətdə bir dənə elə rəsmi dil olur. Hətta ki deyirsən bəs Kanada, Suis, Belçik filan, onlar birinci dünyadır. Ağay, qulağın dibində hətta üçüncü dünya deməyə də bir miqdar adam çətinlik çəkir. Əfqanistanda 2 dilin rəsmiyyəti var, pəştü dəri dili, o birisi dillərdə onun yanında tədris olur. Daha bundan dalı qalmış bir məmləkət kimi göstərmək olar ki, orada 2 dilin rəsmiyyəti vardır. Hələ Hindistanda 10-15 dənə dilin rəsmiyyəti var öz yerində. Ayrı yerlərdə də çox yerlərdə Singapurda neçə dilin rəsmiyyəti. Əfqanistana heç olmasa bir bax gözün ucu izən. Ona görə bizim dilimiz bu məmləkətdə ikinci rəsmi dil olmalıdır. Fars dili ilə bərabər getməlidir. Niyə ki bizim cəmiyyətimiz ən azı fars qədəri cəmiyyətimiz var və fars qədəri də haqqımız var bu məmləkətdə. Budur ki bizi bu məmləkətdə, bu torpağa, bu məmləkətə bağlar həmişəlik. Bu olmasa təbii ki, narazılıq bir şəraitində heç vaxt insan eləyə bilməz ki, həmişə o bağlılığı hiss eləsin məmləkətinə. Ona görə bu məmləkətdə bəs ki, belə bir məsələ qabağa gəlsə, onda bərabər hüquqa malik olma mövzusu qabağa gələr, bərabər hüquqa malik olma mövzusu qabağa gələndə hər kəs ürəkdən o məmləkətdə yaşamağı istər. O məmləkətdə həmişəlik yaşamağı istər. Olmazsa, təbii ki, ayrı məmləkətlər kimi. Lap elə nümunəsi, əlbəttə mən onu arzu eləmirəm ki, bir də su istifadə eləsinlər. Biz də Bəngladeş kimi ola. Amma nəticəsi ola bilər. Vaxtı ki, Bəngladeşdən 1952-də o danışqa öğrenciləri gəldilər, təzahürat müsəlləmətəmiz elədilər ki, ordu dili də, üzrsən Bengal dili də ordu dilinin yanında rəsmiyyət olsun, onlara güllə açdılar və öldürdülər. Onun nəticəsi oldu ki, eyni halda ki, Bəngladeş bir müsəlman məmləkətdir və Şərqi Pakistan adı ilə tanınırdı. Amma həmin müsəlman məmləkətindən bir olmaqdan daha bıxdı. Dedi ki, mən müstəqil olmalıyım. Ona görə bu dil ədalətidir ki, insanları bir-birinə bağlar. Yoxsa zorla bir dili təhmil eləməklə insanları bir-birinə bağlamaq olmaz, vəhdət yaratmaq olmaz. Biz əgər bəziləri şiar verirlər ki, fars dili vəhdət dilidir. Yox, mənim nəzərimə fars dili daha nifrət dilinə təbdil olub. Mən bunu açıqcasına deyirəm. Bu böyük bir zayədir ki, bir dil nifrət dilinə təbdil olur. Amma olub. Təəssüflər olsun. Bunu aradan qaldırmağa görə bir çalışmalıyıq. Bu məmləkətdə Türk dilinə əhəmiyyət verməliyik. O birisi dillərə də odur. Tək Türk dilinə yox, amma hər kəs cəmiyyətinə nisbət intizarları var. Sağ olasınız, təşəkkür ederim. Çox yaşayasınız, Ay mühəndis Jalə xanım, sizi eşidirik. Biz əlbəttə elə otağımız ay mühəndis. Bundan sonra fars dili çəkəcək, elə bu məsələdir. Bir ön araşdıracağıq. Yəni həmzəman bu otaqdan sonra biz bir sonra otağı elə açırıq. Linki mən qoyacağım üstə. Dostlar ki, otaqda hazırdılar. Zamanları olsa bizə qatılıb otağı da eşidə bilərlər. Jalə xanım, sizi eşidirik. Buyurun. Bəli. Kimi xanım, mən qabaqsa çox tələsfi ilə gəlmişdim. Sizdən və Eliyar bəydən təşəkkür edirəm bu proqramlara görə. Gözəl proqramlar aparırsınız, var olasınız. Çox minnətdaram sizə. Və mən də mən deyərəm ki, Rəhim bəy Təkin, mən də deyərəm ki, rəsmi olmalıdır, ana dili rəsmi olmalıdır və biz eləyə bilərik bu işi görürük. Biz fəqət bir şey ki vardı, mən buna həmişə təkrar edirəm, danışırıq, fəqət biz danışırıq. Danış yoxmaq yox, əməl var, əməldə işləyək. Sinə bəyin sözünə dedilər ki, Sazman Millər Dövlətlər Sazmanıdır. Bəli, dövlətlər oranı qoyublar, amma bizik ki dolandırırıq, biz NGO-hay, biz NGO-lar, biz sazmanhay qeyri-dövlətiyik ki oranı idarə
idarə edirik. Bizim raportlarımız oranı idarə edir. Siz əgər biləydiniz ki, 3 ay bundan qabaq Komitə-i Hüquq Bəşər Sazman Milal Cumhuri İslamını oradakı 30 nəfər gəlmişdilər, dara çəkdi. Tamam o zatlar için tamam o nəqzi hüquq bəşəri orada bizim gözümüzün qabağında ki, biz də cüz bir şikayət eləyənləridik, otduq, danışdıq. Bunun yuxarı hətta bizə ərzişi var. Yəni bizə sözümüzə qulaq asırlar. Biz oranı dolandırırıq. 2-3 il bundan qabaq əgər hər kəs istəsə mən bunu biləsinə yollaram bu pərvəndəni, bu dokümentı. 3 il bundan qabaq xanım İshak zadın güzarşları vice sazman Milal umur əqəliyyətdə idi. Əgər biz o qədər bunu silkələdik ana dilinin rabitəsində, bu bir dana 55 səfərli raport verdi, sabit eləsin ki, niyə ana dilin təhsil etməyinə bunların gərək olsun, tamam Sazman Milal'in normlarına elədi. Komitə Dəbirkol Sazman Milal bunun altına imza koydu, dedi bu düz deyir və mən də istəyirəm bu iş olsun. Yəni bu hərəkətdir ki, biz orada hərəkətə gətiririk bunu. Biz özümüzü mətrəh edirik, biz istəyimizi mətrəh edirik. O dövlətdə bizim, siz bir dəfə mən sizi dəvət edeyim, gəlin forum minority forum əqəliyyətə milli zəbanının iclasına. Orada görün ki, biz dövlətlərə orada yer vermirik. Biz otururuq olan yerində, çünki biz sözümüzü danışacaq. O gün bizim növbətimizdir, dərdlərimizdən, istəklərimizdən orada mətrəh eləyək. Bürsi vaxtlarda Şurayı Hüquq Bəşərdə hamı dövlətlərin qabaqlarında yerlərin müşəxxəsdir, zatların qoyublar, titrilərin qoyublar, dövlətlərin adını qoyublar. Amma o gün bizimkində onların zatlarını yığışdırırlar, biz ki oranı dolandırırıq. Binabərin dövlətlərinkidir, bəli, biz ki NGO-lar, sazmanهای qeyri-dövləti o Sazman Milali dolandırırlar və bunu dəfələrlə Sazman Milal deyib ki, bizim qalmağımız, bizim fəaliyyətimiz bunlara bəstəliyi var. Mən yenə də təkrar edirəm, hamımız eləyə bilərik, ciddi surətdə fəaliyyət eləyək, ana dilinin rəsmi olmasına İranda, Azərbaycanda, hər yerdə, hər tamam millətlər öz dillərinə, ana dillərinə təhsil eləyə bilərlər və bunun rəsmiyyət olmağı mənim qərarımdır və onun üçün də həqiqətən çalışıram. Sağ olasınız. Nə tənha mən, cəmiyyəti məcmuədə çalışır bundan ötür. Təşəkkür edirəm hamımızdan. Sağ olasınız, gecəniz xeyrinə. Jalə xanım, mən öz adıma dünyaca sizdən təşəkkür edirəm. Zəhmətlərinizi gecə-gündüz yatmadan çalışırsınız. Vaqəən cay təqdir var. Yəni vaqəən bu yolda da düzdür, sizi Çox sağ olun. köməkli eləyən var. Amma əsl zəhmətlər sizin öz boynunuzdadır. Hətta mən uzaqdan görürəm. Ay Rəhim Ağbayraqdan nə qədər mən vaqəən təşəkkür edirəm. Səfvəsin mən peycirlik edirəm. O qədər münəzzəm, yəni saat üzü ilə bərnamələr, yəni mən vaqəən təşəkkür edirəm. Döktür Bağban Kərimdən də həmçinin Cənab Mühəndis Raşidi kəsdən bizim qəlbimizlər, bizim hamımızın qəlbinin sultanıdır, böyüdür. Ay Sina Yusifi bəy, ay Sina bəli də Yusifi bəy də eşidək. Sonra bəlkə otağımızı bir balaca musiqi ilə bağlayaq, amma mən hələ doymadım böyüklərimizi eşitməkdən. Çox suallar qaldı, amma zərurətən biz böyün bir dənə bərnamə qoymuşuq. Mən əlbəttə böyüklərimizlə də bunu həmahəng eləmişəm. Linki qoyuram üstə dostlar, Sina bəy danışanacan. Bu otaq در واقع bundan ötürdü ki, Ruz zəbanı madərini farslılar heç zaman cəşni tutmurlar və nədən tutmurlar? Ona da bugün bir tweetləri vurublar. Əlbəttə mən Cənab Rəhim Ağbayrağa icazəm olsa Döktür Bağban Kərimiyə də yollayacağım, Ay Raşidiyə də həmçinin. Və biz bu dili mən xod farslılardan istəmişəm ki, fars dillilərdən istəmişəm ki, gəlirlər. Bu dil əgər Türk təvəssütü ilə düzəldibdir və İranda hakim olubdur əlan bu dil. Bu dilin istibdaddan azad eləməyi, ya bu dil kamilən götürülənsin İran coğrafiyasından, ya bu dil istibdad kəlmələrini cələt götürən, həmin cür ki, Ay Mühəndis Raşidi buyurdular. Bu dil təbdil olub bir dənə nifrət dilinə və kəlməti ki, işlədirlər, cümləbəndiləri ki, aparırlar qabağa. Kamilən siz elə ağaz, mənim danışmam yenə də iştibahdır, amma yenə də ürəyimin sözünü sizlə paylaşmaq istədim. Sina bəy, sizi eşidək, mən linki üstə qoyacağım, otağı fikrim 5-10 dəqiqəyə biz də məcburən gələk açıq. Ora yenə də deyirəm, fars gedəcək. Rəm bəy, çaş bizlə qatıla bilərdiniz, bilirəm bərnamə riziniz vardı, amma orada da bəlkə sizin deməyə çox sözünüz ola bilər.
Buyurun Sina bəy. Çox sağ olasınız. Mən də təşəkkür edirəm dostlarımızdan, ustadlarımızdan ki, mühüm məsələlərə işarə elədilər. Yəni bu iki rəsmiyyət tapsın türkçe dili İranda mühüm məsələdir. Vəli mən əgər çarçub huquqi ilə baxsaq, çarçub siyasi ilə, hüquq siyasi ilə baxsaq, bu iş İranın hükümetinde yani Cumhuriyet İslami'de imkanı olmayacak, yani bu kamilen müşəxxəsdir. Əlbəttə bir müqəddəmə lazımdır və o müqəddəməyə olsa ki, mən ərz elədim sözlərimdə də müqəddəməsi odur ki, bu 45 il ki bizim dilimiz məmnu olubdur. Bayın ki, məsələn İran beynülmələli konvansiyonlara qatılıbdır, məmnu olubdur bizim dilimiz. Bunun hesabını biz alaq, yəni o ədalət intiqalı, bunun hesabı beynülmələli dadgahlara eləyək. Çəkə bilək bu mövzunu, bu bir müqəddəmə olar bizim dilimizin rəsmiyyətinə ki, biz nəzərimə bu mövzunu çoxdar eləyə bildik, bəhs eləyək üstündə, çün bu dadxahi beynülmələli çox bir mühüm məsələdir ki, tazaqda fas opozisyonları da istəyirlər o məsail ki, İran içərisində ittifaq düşübdür bir il qabaqdan. Bunu beynülmələli dadgahlara çəksinlər ki, hala müvəffəq olmayıblar, hala o havapeymə cəryanın bir tərəqinin o da keşvərlərin himayəti ilə eləyə biliblər ki, eləsinlər. Mətrəh eləsinlər. Bu çox bir mühüm məsələdir. Mən bir məsələ də ərz edeyim. Mən Sazman-ı Millələ görə bir məsələ ərz elədim xidmətçisə ki, Jalə xanım da ona cavab verdilər. Mən o cəhətdən ərz edirəm, çün öz təhsil aldığım riştə də hüquq beynülmələldir. Hüquq beynülmələlin bir dənə əsası məsələlərindən budur ki, zəmanət icra bəhsidir. Bəli, biz bilirik ki, qeyri-dövləti şeylərinə hatta edirlər, Şurayı Hüquq Bəşərdə danışırlar, bəyaniyə verirlər. Vəli aya eləyə bilirlər ki, mulzəm eləsinlər bir keşvəri icrayı o qanunları ki, özü təsvib edibdir. Konvansiyon beynülmələli rəf külliyə əşkal təb'izi İran özü təsvib edibdir. Konvansiyon mübarizə با təb'iz در امر آموزشی ایران təsvib edibdir. Konvansiyon hüquq kudəki təsvib edibdir. Aya onu icra edir ya eləmir? Və bu 45 ildə də biz bunları təkid edirik. Sazman-ı Miləldə qeyri dövlətinə hatta edirlər, orada təkid edirlər, vəli mulzəm olmur. Niyə? Çün ora sazman adından xaric sazman milal deyir, sazman dövlətlərdir, dövlətlərin mənafi orada mühimdir. Niyə ki İran belə nəqz hüquq bəşər edir, vəli riyasət به قول شورای حقوق بشرین bir qismətin riyasətin verirlər İran dövlətinə. Mən o cəhətdən ərz edirəm ki, zəmanət icra yoxdur bu mövriddə. Biz eləyə bildik ki, bəli, haqlarımızı təkid eləyək, üstündə deyək. Zəmanət icra onda yəni beynülmələli nəhadlarda onda icra olar ki, biz eləyə bilək bunu dadgah halətdə sazmanهای beynülmələli dadgahlarda mətrəh eləyək və rəy alaq ona görə. Ki onun da yolları vardı. Hala burada şayet yeri der, uzun bəhsi vardı. Yeri der, onun üstündə danışaq və eləyə bildik o mövriddə bərnaməmizdə qoyaq danışaq üstündə. Bir cədid məsaildirlər deyirəm. Fars opozisyonu taza başlayıb o məsail mətrəh edir. Biz də eləyə bildik onun üstündə təkid eləyək Urmuculi dilimiz və bu məsaili. Çox sağ olasınız. Sizdən təşəkkür edirəm. Gecəniz xeyir olsun. Çox yaşayasınız, hörmətli Yusif bəy. Ay Yusif Murtəzayı sizdən day götür bir axır söhbəti eşidək və mən bir şey deyim. Bu günlərin bir dənə Danışqa Azad Tehran bir dənə xəbər yaymışdı. Ana dilinə görə, ana dilini günü cəşni tutublar. Yazıbdır ki, 2-ci İsfənd ayının 2-si beynülmiləlli gün, Zəbanı Parsı günü təbrik deyirlər. Deyir ki, illərdir ki, cəryanhay qomqira və ayrı ölkələr və ayrı biganə risanələr poştibanlıq elirlər bu ana dil günündən 21 fevriyədə və təfsir və rəy elirlər və müsadirə eləyiblər. Bu ünvan ruzu mən bağışlayın üçün farsıdır, odur ki, döndərirəm, səyilirəm, türkcə deyəm. Deyir, bu ünvan ruzu زبانهای محلی و قومی کارزار شریرانی علیه زبان فارسی زبان ملی و مادری.
Və mən bunu görürəm. Mən çox bilirəm ki, Rəhim bəy təbiətən bu bilmirəm bu postu görüblər ya yox. Bu bir nişanədir də vaxta. Yəni o zamanlar ki, mühəndis Raşidi buyurdular, tutuklamalar var idi. Pəs fars əgər əmələn ana dili sinifdə başlasa, cəşn tutsa, pəs moridə olmayacaq bundan sonra ayrı millətlər ana dillərini cəşn tutarlar. Bunu sizinlə paylaşmaq istədim. Yusif bəy Murtəzai, siz eşidək, buyurun. من ممنونم دوباره وقت verdiniz. من bir مورد یادمdan çıxmışdı. Onu deyim. در رابطه با o təkamül o Herfordun bir dənə məqaləsi var. O təkamül zəbanı o در واقع insanın məğzində sindi buluğacan bir təhqiqdir 1991-dən can tapıb. Yəni fəqət bu deyil ki, kiçiklikdə ya məsələn mədrəsiyyəcan bu proseye təkamül بخش فاهمه مغز زبانda o vaxtacan idamə tapar. Bəli, xub bir daha mورد در مورد bu زبان. Baxın, biz eləyə bildik deyək ki, زبان türkü زبان rəsm olsun. Bu be ünvan həzinə fayda edək. Dilimizin hifzinə bir taktiki ünvanda ixtiyar edək. Bəli, vaxtı bu günlər ana dili günüdür. Ana dili günündə bu gün bizim bayətlərdir tərifdir. Nə əslilər. Əslilər bizim o mənafəmizdir. Bayətlərimiz odur ki, əslən məfhumi bənabı zəbanı rəsmi gərək olmaya. Zəban müştərək ola bilər. Vəli vaxtı, yəni bu gətirək, biz türkü dilini, xub biz bilirik bu coğrafiyaya Xavərmiyanədəyik ya İranlıyıq. Bunun içərisində bunu əldə etsək böyük bir zaddır. Bu bizim əslilərimizdir. Yəni o mövriddə ki, məsələn, Sazman-ı Miləldə danışılır, məsələn, elamiyədir, qanun deyil. Orada bizim bayətlər yazılır. Yəni bayət budur. Biz hər yerdə şişəncə var. Və orada elamiyədə yazılır, şişəncə olmasın. Biz gərək o əslilərimizi, o bayətlərə yaxınladıq. Ona xatir mən istəyirəm deyəm ki, əgər bu günün ehtiramına, ana dilində danışırıq, hər bir fərd ana dili bu və onun haqqı vardır ki, tedada da bəsləndiyi yoxdur. Yəni qabil rəygiri də dər bu haqq. Ki biz bizim tedadımız çoxdur, bizimki gərək ucruq. Bunu ana dilinin çərçivəsində mən danışıram. Bu günün ehtiramına gərək bu mənim nəzərimə bu günün haqqına da edək. Ondan sonra taktiki nə qədəm götürürük? Müsəlləmdir, həzinə fayda üstündə tamamı siyasi işlər geri qabağa o ayrı olsun. Təşəkkür edirəm, məmnunam vaxt verdiniz. Çox yaşayasınız. Əgər böyüklərimizin bir fərmayışı var, bir daha mən durmuşam ki, mayk vursaz, mən mayk sizə hidayət eləyim. Pəs bir musiqi ilə Haray Radiosu biz bir musiqi ilə otağımızı ixtitamiyəsini vuracağıq. Çox təşəkkür edirəm. Eliyar bəy fikir edin, bir neçə dəqiqədən sonra otağın musiqinin axırında otağın startını vuracaqdı. Mən böyüklərimizdən yenə dəvət edirəm. Mühəndis Raşidi bəydən, hörmətli Rəhim, Döktür Rəhim bəydən, ay Bağban Kərimidən, hörmətli əzizimiz Sina bəydən, Jalə xanımdan. Bilirəm vaxtlarınız yoxdur və ay Yusif Murtəzaidən. Hətmən əgər köylüz istəsə bu fars odağa qatılın. Mən fikir edirəm, yaxşı məvaridlər burada mətrəh olunacaq. Umidvaram ki, ay Döktür Ziyanı otaqda biz eşidə bilək. Buyurun Özgür bəy, Radio Haray buyursun, eşidək Radio Haray. Sizə hər vaxtınız xeyir.